Salamlar hər kəsə. Bu gün genetik haqqında danışacağıq. Bilirsiniz ki, son dövrlərdə çox məşhur olub və bununla bağlı Ağaylı Ağayev qonağımızdır. Bu mövzunu çox yaxşı bilir, amma öz haqqında məlumat verəcək. Öncədən ona çox təşəkkürümü bildirirəm. Çox sağ olun. Sahib gəldi, minnətdarım. Buyurun özünüz haqqında. Təşəkkür edirəm təqdimat üçün. Bildirmək istəyirəm ki, mən ixtisas olaraq həkiməm, Azərbaycan Tibb Universitetini bitirmişəm. Əslən Masallı rayonunun Mişkəmi kəndindənəm. Amma bununla yanaşı 10 ildən çoxdur ki, tarix, genetika, arxiv kimi məsələlərlə maraqlanıram. Yəni burada həm işimə, belə ixtisasıma bağlılıq da var, çünki genetika və biologiya sahələri həm də tibblə sıx bağlıdır, paralel gedən bir ixtisaslardır. Həm də bundan öncə mənim orta məktəb tədris dövründə həm də çox ciddi şəkildə tarixə və coğrafiyaya marağım olub, humanitar. Amma o illərin sonunda mən 9-cu sinifdən bu yana dərhal döndüm, oldum sırf təbiət elmi üzrə mütəxəssis. Möhtəşəm. Yəni Bənzər nöqtələrimiz var, çünki mən də məktəb vaxtında tarixi güclü oxumama baxmayaraq biologiyanı da sevirdim. Nəticədə antropologiyanı seçdim, həm o ikisinin qarışımı. Təşəkkürlər. Gəlin sürətlə mövzuya keçək. Ümumiyyətlə genetika nədir? Yəni bunu necə izah edə bilərsiniz bizə? genetika, belə sadə dillə desək, genetika irsiyyət və dəyişkənlik haqqında olan elmdir. İrsiyyət nədir? Bir canlıların xüsusiyyətləri var. Böyümə, çoxalma. Çoxalma xüsusiyyəti də nədir? Bir canlının özünə oxşar fərd törətmə xüsusiyyəti. Yəni bu mövcud olmalıdır. Yəni bunun müəyyən bir müddətdən sonra məsələn orqanizmin ehtiyatları tükənir və bu özünə oxşar fərdlər yaradır ki, növ davam edesin. Və bu məlumatların ötürülməsində olan ən vacib rolu, yəni məlumat bazası kimi məhz irsiyyət rol oynayır. İrsiyyətində daşıyıcılar olan molekullar var. Biz ona deyirik DNT. DNT və RNT təbii ki, amma eukariot orqanizmlərdə. Eukariot orqanizm biraz açıqlanmasını verim. Eukariot o deməkdir ki, heyvanlar aləmi, bitkilər aləmi, göbələklər aləmi. Yəni bunlar nisbətən inkişaf eləmiş, formalaşmış hüceyrə qruplarıdır. Yəni hüceyrə qrupları olan canlılardır. Bir də var prokariotlar, biz bildiyimiz bakteriyalar və bir də viruslar qrupu var. Yəni bu canlı sayılsa da, canlı sayılır, amma onlar yalnız hüceyrə daxilində öz irsiyyətini artıra bilir. Amma qıraqda bir Onlar da RNT-dir də. Onlar RNT və DNT. Gəlirlər hüceyrəyə, nüvəsini öz RNT-sini yükləyirlər, sonra çoxlu. Bəli. Sanki qlaf yırtılır. Sanki onlar natamam canlılardır. Nəyisə çatışmır. Ona görə bu daxil olmalıdır orqanizmə. Ondan sonra artıra bilər. Eynən. Yəni bir növ mitoxondriya axtarır da özünə belə hərəkətə keçməsi üçün, enerji mənbəyi. Stansiya axtarır ki, bəli. Ki bəs bu öz irsiyyətini artırsın və parazitliyini davam etsin. Danışdığımız hər mövzu o qədər maraqlıdır ki, mən də təbii ki, o qədər şaxtaşmaq olar. Suallar verirəm. Yəni genetika budur, anladım. Orada mən həmişə görürəm XY zat yazırlar, MT zat belə. Onlar nədir tam olaraq? Oradakı hərflərin mənasını deyim. Orada biz bildiyimiz kimi dedik DNT, RNT. DNT məlumat bazasıdır. Məlumat nəyin haqqında məlumatdır? Orqanizmin zulalları. Orqanizm eləyən bütün o keyfiyyətlər kodlaşdırılıb ora. Bəli, orada kodlaşdırılıb və orada bir növ yazılıb və onun əsasında bizim bədənimizdəki zulallar sınırsız. Məsələn, pigmentlər, fermentlər, nə bilim, dərimizin rəngi, saçımızın rəngi, gözümüzün rəngi, boyumuz, çəkimiz, metabolizm, bütün bu xüsusiyyətlər psixikadan tutmuş hər bir şeyə uyğundur. Yəni və hansı xəstəliklərə meyilliyimiz, ondan da növbəti mərhələlərdə ola bilsin danışaq. Yəni bütün bu xüsusiyyətlər hamısı orada cəmlənib. Material hazırdır orada. Hətta hansı vaxtda ortalığa çıxar, neçə yaşdan sonra ortalığa çıxacaq, o belə bəllidir. Yəni çünki genlər bəzən bir müddət gizli qalır, yatır və müəyyən yaşdan sonra ortalığa çıxır. Belə şeylər çox var. Daha dərin məsələdən bəsit dillə desək ki, bu bizim orqanizm haqqında məlumatdır. Və bu məlumatlar yerləşir xüsusi qablarda. Ona xromosom deyilir. Qab deyəndə o zual pərdənin içərisindədir. Və DNT molekulu əgər bunun xətti ölçüdə götürə bilsəydi, o həddindən artıq böyük bir ölçüyə malik olardı. Yəni metrlərlə ölçüləcəkdi. Amma onun belə bir xüsusiyyəti var ki, DNT molekulu o qədər yığılır ki, 4 stadiyada, mərhələdə yığılması var və o kiçilir həmin o qablara sığır. Biz ona xromosom deyirik. Xromosomların da insan orqanizmində, hər canlıda fərqli ola bilər. İnsan orqanizmində sayı 46 ədəddir. Kişi və qadında bir fərq var ki, orada sonuncu xromosomlara, sonuncu bir cüt xromosom var, cinsi xromosomlar deyirlər. Bu xromosomlar kişi və qadında fərqlənir. Kişidəki xromosomlar X və Y, Y kiçik xromosom, X. Qadınlarda isə 2X xromosom olur. Və bununla
ana bətndə olan dölün formalaşma mərhələsində cinsiyyəti bəlli olur. Yəni biz bilirik ki, məsələn, bu dölün cinsiyyəti X, Y-dir. Deməli bizim oğlan uşağımız olacaq. Anladım. Selektiv abortları oradan sağlayır. Aha. Bəli. Yəni X və Y xromosom dəsti kişi orqanizmi göstərir. X qadın və qadınlarda da əslində X2X-in hər ikisi eyni vaxtda fəaliyyət göstərmir. Biri inaktiv mərhələyə keçir, bar cisimliyinə çevrilir, digəri aktiv olur. X xromosom həm atadan, həm də anadan ötürülə bilər. Y xromosom yalnız atadan ötürülür. Ona görə daha təyin edilir. Bəli. Bəs burada bizim üçün incə məqam odur ki, niyə Y xromosomu biz seçdik burada vacib bir element kimi? Bu seksizm deyil, bu prosta materialdır, bizə lazımdır və çünki Y xromosom atadan oğula ötürülür və bilavasitə bizim şəcərə ağacı dediyimiz məsələ, yəni genetik dildə desə Y xromosomdur. Y xromosom üzərindəki məlumatlar, yəni siniplər deyirlər ona, kodlar. Siniplərin əsasında biz bilirik ki, bu adam hansı haplogrupdur, hansı əcdadları, kimə yaxındır bu, kimə uzaqdır və prosesin gedişində tədricən nəsildən nəsilə o cüzi dəyişikliklərə uğrayır. Və bu cüzi dəyişikliklərin sayəsində biz bilirik ki, bu məsələn, iki arasında genetik distansiya ata xətti ilə nə qədərdir? Məsələn, sizin kənddən başqa bir nəsil nümayəndəsi var. Biz bilirik ki, sənəddə bunlar ümumi əcdadımız məsələn 180 il öncədir. Və ortaq ata. Bəli. Common ancestor deyirlər, tamam. Bəli, common ancestor. Common ancestor. Bu necə özünün əksini tapır? Əgər biz test eləsək ikisini də, özümüzü də və həmin adamı da, görəcəyik ki, müəyyən mutasiyalar baş verib ümumi əcdadımızdan bizə qalma. Və o mutasiyaların sayəsində bizim aramızda müəyyən kiçik məsafə yaranır. O qədər azdır ki o. Bəli, o çox kiçik. Ona görə zaten özü çox kiçikdir. Eynən, buna görə zaten irq nəzəriyyəsi yox oldu dünyada. Çünki Qərbi Afrikadakı Bantu ilə və yaxud da ki, Cənubi Afrikadakı Khoisan xalqı ilə, Saanlarla bu Avstraliya aborgenlər arasında çox az genetik fərq var. Ona görə deyirlər ki, bunlar eyni növdür. Homo sapiens. Eyni növdür. Sadəcə fenotip, morfoloji fərqlilikləri var. Biz eyni növ deyəndə adətən eyni növün xüsusiyyətləri var. Onlardan biri də qarışıb nəsil vermək xüsusiyyətidir. Elə buradan danışdıq yavaşdan gedə antropogenezə, yəni insan yaranışına. Ümumiyyətlə insan təkamülünün öyrənilməsində genetikanın rolu nə olub? Genetikanın rolu odur ki, biz bilirik ki, təkcə insan yox, bütün canlıların təkamül prosesində genetikanın ən vacib xüsusiyyətlərindən biridir ki, biz bilirik ki, müqayisəli anatomiya var, həm də müqayisəli genetika var. Müqayisəli genetika nədir? Biz oxşar qrup canlıları, məsələn, məməlilər sinifini götürürük. Deyək ki, balina kimilər, cüt dırnaqlar, tək dırnaqlar müqayisə edirik, görürük ki, bunlarda homoloji xromosom sahələri, oxşarlıqları çoxdur. Digər məməllərə nisbətən bunlarda daha azlıqlara yaxınlıq. Bu onu göstərir ki, bizim balıq kimi gördüyümüz, hətta türklər yunus balığı deyirlər, amma halbuki balıqların heç bir aidiyyatı yox. Delfin məməlidir. Bəli, delfin. Ən çox yaxın olduğu qrup dırnaqlı məməlilər qrupudur. Yəni bizim bildiyimiz balina bir növ üzən inək. Üzən inək kimi bir şeydir. Onlardır. Sonra orada lamantindir, sirenlər belə bir qrup var və bunlar yaxın qruplardır. Tədricən təkamül prosesində bu özü sübut olunur ki, 60 milyon il təqribən ərzində əvvəlcə quruda yaşayan balina kimlərin əcdadı tədricən su həyatına keçib, əvvəl timsaha bənzər qrupa çevrilib, daha sonra tam su həyatına keçdiyi üçün arxa ətrafları reduksiyaya uğrayıb, rudimentar halda qalıb. Belə şəkillər də var. Bəli, şəkildə görmür, amma belə baxanda bilməyəcəksən. Bir də maraqlı nələr var? Məsələn, bizim büzdüm. Bəli, bizdə də həmin şeylər var. Rudiment. Yəni orqan istifadəyə ehtiyacı yoxdur. Ona görə prosesdə tədricən yoxa çıxır. Məsələn, insanda səhv eləmirəmsə bir apendisit deyilən yer var. Apendisit vaxtı ilə, yəni hominid qrupları daha güclü canlılar olduqları vaxt yəni qabıq yeyəndə, ağız qabığı yeyəndə onu əritmək üçün ora bakteriya yığırmış. Sonra körəldi, rudiment oldu. Sonra indi də müəyyən funksiyası var. Amma cüzi, yəni orada limfa düyünləri var. Onlar müəyyən müdafiə funksiyasına sahibdir. Ona görə amma eyni zamanda çox ciddi problem yaradır. Bəzi insanlar əməliyyatını götürürlər. Məsələn, insan təkamülündə rolu nə oldu indi? İnsan təkamülündə ümumi genetika rolu odur ki, biz birinci dedik ki, müqayisəli genetika var. Bir də nə var? Məsəl üçün, müqayisəli genetikadan biri ki, məsələn, xromosom sayı fərqlidir insandan meymunlarda, məsələn, insana bənzər meymun. Amma
ümumi gen xüsusiyyətlərinə, oxşarlıqlarına görə və ya homoloji genlərinə. Onlar çox yaxındır. Bonobolar ən yaxındır səhv Bəli, bonobo və şimpanzelər həddindən artıq yaxındır. Biraz onlardan uzaq qorillalardır. Daha sonra oranqutan, ibon və belə sırayla tədricən uzaqlaşır. Bunlar bizim yaxın qohumlarımız desək, qaqalarımızdır. Bəli, qaqalarımız. O ingiliscə ape var, quyruqsuz meymun. Odur da tam olaraq. Bəli. Yəni biz də əslində o qrupa Simiforces qrupu deyirlər də, o da Simiensis. Hominidlər dəstəsi. Hominidlər dəstəsinin bir qolu yox. Yəni insana bənzərlər. Genetika bunu isbat edir. Genetika bunu isbat edir. Çünki buradakı bizim bayaq danışdığımız sinip deyirdim, DNT deyir. DNT-nin həmin üzərindəki kodları deyirdim. Həmin o kodları yaradan 4 nüklein əsası haqqında düz danışmadım. 4 nüklein əsasında o müxtəliflik yaranır. Bəli. Yəni o müxtəlifliyin hesabına bir növ məlumatlar yazılır. Necə ki bizdə kompüterdə olur 01 kodu. Bizdə də orada 4 nüklein əsası hesabına genetik kodlar yazılır. Bir növ belə anladım. Yanlışım varsa düzəltin. 2 fərqli cinsdir. Məsəl üçün mənim bir 7 oğlum oldu, hərəsi bir tərəfə dağıldı. Onlar 100 min il sonra fərqli genetik kombinasiyalara sahib olacaqlar. 1 milyon il sonra fərqli canlılara, növlərə çevriləcəklər. Və genetika bunu tapacaq. O ilkin mərhələ var, 100-200 il ayrılmış. O kiçik dəyişimlər artıq sizin onu taparaq haqlı qruplar verirsən adını və millətlərə ayırırsınız. Bəli. Biz anlamışam. Millətlərə indi onu da gələrik. Millətlərə demək olar. Daha çox tayfalara deyil, çox üzrsə. Millət düzdür 19-cu əsrdə sənaye toplumlarından sonra formalaşmış bir termindir. Tam doğru. Bəli. Millətin formalaşması üçün ekonomika lazımdır. Bəli, iqtisadi əsası, sənaye gərəkdir. Bəli. Çünki əksər qalan hallarda tayfalar olur ancaq. O da primordialist olurlar. Biz bir atadan gəlmişik deyirlər, amma günün sonunda bilirik ki, egzogamiya, başqaları evlənə yığılır bir araya gəlir. Elə ən çox bizim türk tayfası egzogamdırlar. Ancaq qız alır. Yəni get ondan evlən gəl, başqasına evlənməyi çox sevirlər. Beləcə də genişlənirlər və böyük imperiyalar qururdular tarix boyu. Nəysə, genetik müxtəliflik əslində adaptasiyanı artırır. Adaptasiyanı artırır. Bax, çox önəmli bir detaldır. Həmişə görürdüm. Mən ümumiyyətlə genetikaya nə tərəf maraq saldım. YouTube-da zətdə görürdüm ki, belə İrandan qoşulan bir çox userlar başlayıb yazıblar ki, sən türk deyilsən, get genetika araşdır. Sən eləsən get genetika var. Mənə yazırdılar. Mən dedim ki, yaxşı, bundan məncə düşünmürəm ki, genetika ilə millət tapmaq oldu. Yəni mənim etnikimi belə tapmaq olar, amma mənim sosial kimliyim genetika müəyyənləşdirmir böyük ölçüdə. Bax, müəyyən eləyən səbəblərdən biridir, amma tam deyil. Mən belə cavab verdim. Məncə sizə düz vermişəm, yoxsa yox? Əslində öz kimliyimizi, məsələn, siz öz kimliyinizi yəqin ki, Azərbaycan türkü kimi qavramısınız. Və məncə bu artıq oturuşmuş, formalaşmış bir anlayışdır. Yəni indi bunu bizdə çalışırlar Azəri, Azərbaycan, Türkiyə, Azərbaycan fərqi yoxdur. İstənilən halda burada türkçə danışan, Oğuz türkçəsinin bir qrupunda danışan və oxşar dildə danışan və yaxın ərazilərdə yaşayan insan qrupundan söhbət gedir və bunların ümumi adət-ənənələri, ümumi mədəniyyəti var. Və buna görə biz bunu bir millət saya bilərik və yəni o insan özünə nə qədər fars, ərəb deyə bilirsə, siz də özünüzə o qədər türk deyə bilirsiniz. Bu o demək deyil ki, sizin bugün komponentiniz azdır deyə mən özümə türk deyə bilmirəm. Yoxdur. Mən də eləmədim tənbəllik. Getdim araşdırdım, gördüm ki, bizdə məsələn deyirlər ki, Orta Asiya genləri azdır, bəli bu düzdür. Amma İrana baxdım, İranda da bu farsca özünə fars deyən qardaş aryan sayılır, yəni aryan dili, aryan dilindən gəlir fars dili və səhv etmirəmsə aryanların atası Cənubi Uraldakı Sintaşta kültüründən gəlir. O Sintaşdan çıxıb gələndə onların daşıdığı gen bu gün İranda çox azdır. Artıq onlar da yerli Zagros əkinçiləridir ki, onlar da dravidlərə yaxındırlar. Bəli. Bundan yəni dedim ki, sən də aryan deyirsən, qardaş, mən türk deyirəmsə yəni. O proses ki, o miqrasiya nəticəsində onlar tədricən əvvəl Orta Asiyaya, yəni Qazaxıstan ərazisində Andronova kültürü yaranır. Bəli, məşhur kültür. Sonra Andronova kültüründən sonra tədricən miqrasiya Hindistan və İran ərazisinə. Bu prosesdə tədricən qarışa-qarışa həmin bu autosomal element tədricən zəifləyib. Məsələn, Qərbi İran xalqlarında, Qərbi İran xalqları deyəndə kürdlər, elə farslar da ora aiddir əslində. Fars dili sonradan tədricən şərqə doğru yayıldı. Yəni bugünkü taciklər, əfqanlar əslində daha öncə görülür. Bəli, onlar daha öncə şərqi İran dillərini danışmalıdır. Çünki bu assimilasiya prosesi, farslaşma prosesi gedib bunlarda. Çünki fars dediyimiz haradır? İranın cənubunda bir bölgənin adıdır. Bəli, Persiya bölgəsi. Amma Xorasan, Əfqanistan, Tacikistan bunlar əslində onlar da İran dilində danışır. Şərqi İran dili. Amma bəli, orada bizə Soğdlar. Soğ dili olub, Sak dili olub. Hətta orada qazıntılar alınıb, tapılıb və onlar autosomal olaraq taciklərə yaxındır. Bəli. Amma məsələn bugünkü farsla tacikin oxşar dili ola bilər. Təbii olaraq dilləri yaxındır, ola bilər, başa düşürlər. Amma autosomal elementləri xeyli fərqlənir. Və yaxud da ki, kürdlə
məsələn İranın cənub şərqində yaşayan Bəluclar adlanan millət var. Bəli, Onlar Sünni aslında İran dillər. Onlar da Qərbi İran dili qrupundan, halbuki şərqdədirlər. Amma onlar həmin miqrasiya prosesində öz autosomal elementlərini çox ciddi dəyişiblər. Yəni bu normal bir prosesdir. Ona görə əksinə Şərqi İran xalqlarında həmin o Sintaşa, Yamnaya, Andronov element daha yüksəkdir. Daha yüksək 20% kimi qalır. Yəni onlar daha çox aryandır. 30%. 30% bəli keçir. Böyük bir şeydir. 30% çox böyük bir şeydir. Ən çox Pamir xalq Pamirlərdədir. Hə, dağın başına çıxıblar deyə daha az qarışıblar. Bəli. Ona görə bəzən deyirlər, onlar sarışınlar falan. Eynən, tam. Amma əslində onunla əlaqəsi olmaya bilər. Daha çox resistiv genlərin toplanması ilə bağlıdır. Yerdəki günəş işığı az düşür, adaptiv olaraq. O adaptasiya başqa yerlərdə ola bilər. Yəni bəyəm albinizm Afrikada yoxdur. Var, təbii ki. Melanin maddəsi ifraz olunur. Ümumi götürəndə hətta deyirlər ki, ümumi bütün yer kürəsində açıq dərili insanların ümumi bir əcdadı var. O da 10 min il öncə yaşayıb. O mutasiya baş verir 10 min il öncə və ona görə 17 min il öncə. Qaradəniz sahillərində belə idi. Mən yadıma düşdü göy gözlük, amma mən göy gözlük. Amma açıq dərilikdən. Açıq dərilik Neandertallarla qarışandan sonra deyirlər. O da yaxın şərqdə olur. olur. Və o göstərilir ki, ümumi əcdadı var hamısının. Eynən, təbii ki. Orada bir allel yaranıb. O allel hamısında eynidir. 10-12 min il maksimum. Niyə o göy gözü biraz ola bilər yaşı? Çünki bunu nümunə kimi belə bir nəticəni göstərə bilərəm. Mezolit dövrünə aid bir nümunə var. Britaniya adalarında Cheddar adamı. Uyda bilirəm. Amma danışım möhtəşəm məlumatlar. İlk adlı qrupunu daşıyır və onun müasir dövrdə törəməsi də var Britaniyada. Hələ də orada yaşayır. Amma müəyyən olub ki, onun dərisi əslində tünd olub. Yəni belə deyək. Amma deyə bilmərik biz Afrikandır. Afrikan deyil. Afrikadan gələn Kromanyon ola bilər. Kromanyon ola bilər. Amma bu müasir qaradərli ekvatorial iqlə heç bir əlaqəsi yoxdur. Çünki ekvatorial iq özü də sonradan formalaşıb. Yəni o 8 min, 7 min öncə formalaşıb. Bəli, bant kösləri zaten. Bəli. Onlar da özləri üçün formalaşıb. Yəni oradakı proses o nəyə oxşayır? Mən hərdən deyirəm, deyir ki, siz türklər gəliblər, deyir Orta Asiyadan. Hər yerdən gəliblər. Dedim, bəs yaxşı, bəs orada gəldilər bunlar. Bunlar özləri üçün burada qarışırlar, yerdəki xalqlarla falan assimilasiya edirlər, hamısını yox edirlər. Bəs yaxşı, onda oradakılar nə oldu? Onlar da dəyişikliyə uğrayırlar da. Bəyəm bugünkü türkmənlər olduğu kimi belə etalon kimi qalıblar. Onlar da dəyişikliyə uğrayırlar. Eynən. Onlar da ciddi dəyişikliklər. Ona görə onların haplogrup tərkibi də başqa cürdür. Düppət. Yəni ortaqlığı tapmaq bəzən çətindir. Onların öz prosesləri baş verir. Bizdə isə başqa cür proseslər. Yəni o dil burada dil faktoru mən həmişə bir üstün sayıram bu məsələdə. Təbii ki, odur da, yəni. Emosional təsirdir. Bəli. Günün dil sonunda. Faktoru çox vacibdir. Çünki hardasa mən düşünürəm ki, ola bilər onların məişəti fərqli olsun, adətləri fərqli olsun, amma dil oxşarlığı, yaxınlığı hardasa bunların mental yaxınlığını göstərir. Bəli. Yəni biz bu gün deyirik məsələn türk dilli xalqlar, məsələn German dilli xalqlar, İran dilli xalqlar müəyyən oxşarlıqları var. Baxmayaraq ki, onların həyat tərzləri fərqlənə bilər. Ona görə düşünürəm ki, dil burada önəmli rol oynayır və həm də sosioloji faktor. Sosioloji faktordur. Və biz buna gen yox, mem deyirik. Məlumat kimi. Məlumat kimi. Mən maraqlı yanaşmadım. Bəli, gen və mem. Mem özü indi ola bilər ki, müəyyən qruplarda, məsələn, bəzi Kürd aşirətləri var ki, onlar tamamilə dillərini itiriblər. Amma autosomal elementləri qalıb. Bir proses deyəndə görürsən ki, orada yaxınlıq üstündə çıxır Kürdiş, Kurmancı, yəni Talış, Azərbaycan. Mövzu o qədər maraqlıdır ki, sualları itirdim, yəni rejim pozuldu. Başımı buraxıram artıq bunu. Yəni qurduğum sualları. Amma bunu demək istəyirəm çünki önəmlidir. Antropogenezis nəticəsində insan yarandı, bütün dünyaya yayıldı. 75 min il əvvəl Avstraliyaya getdi, 13 min il əvvəl Amerikaya getdi, 20 min il əvvəl, 30 min il əvvəl yarandı bu Qırğızstan tərəfdə. Hər haplı qrup yarandı, belə yayındı və ilkin o təməl Y adlandırdığımız o kişilərin soyu davam elədi. Bunu bildim. Bu haplogrup var ha. Bunu tam olaraq necə açıqlaya bilərsiniz? Mən yəni anlayım deyə. Haplogrup kimi belə açıqlaya bilərəm. Bayaq o Y xromosomundan danışırdıq. Onun üstündə SNP adlanan həmin o genetik məlumatlar, həmin o DNT-nin üzərindəki məlumatlar dedim, 4 nuklein əsasında kodlaşdırılmış. Onların əsasında SNP-lər yaranır. Və o SNP-lərin konfiqurasiyası mı deyək, kombinasiyası bizə həmin həmin o Y-in hansı haplogrup olduğunu göstərməyə əsas verir. O yazılır. Məsələn üçün R1 B M931. Həmin belə hə, o da davam edir. Yəni orada bitmir. Yəni son sinifə qədər davam edir. Yəni hətta deyə bilərəm ki, hər yeni kişidə
yeni doğulan uşaq, onda yeni sinif yaranır. Özünə məxsus sinif Çünki yaranır. mutasiya baş verir baxın. Bəli. Cüzi mutasiya özü təkamüldə ən vacib faktordan biri. O olmasa yox olmuşdu. Yox idi. İrsiyyət niyə bəs boş irsiyyət deyirik? İrsiyyət və dəyişkənlik. İrsiyyət və Tək dəyişkənlik. irsiyyət sadəcə kserokopiya olacaq. Bəli, Bir şey bəli, yaranmayacaq və adaptasiya da olmayacaq. Adaptasiya dəyişilir. Biz isə dəyişmirik. Onda dəyişməyən yəni sağ qala bilməz. Sağ qala bilər əgər orada stabilləşdirici təsir olsa. Amma o da dəyişdirilməyən zamandan sonra həmişə stabil şərait olmur. Möhtəşəm. Yəni bu məlumatlar çox möhtəşəm idi. Mən də gəlmədən qabaq biraz araşdırdım, yalan deməyim. Çox xoşuma gəldi deyə. Demək Yaponları araşdırdım. Həmişə deyirdilər ki, Yaponlar qarışmamış bir xalqdır. Amma ortaya çıxıb ki, demək Yaponların 45%-ində tapılan gen Yaponiya yerli xalq olan Jomonlardan gəlir. Yəni ki, bugünkü Yapon dilində danışan insan deyil. Yaponların özü isə Manzuriyadan o deyir, Yaponlar türk deyil. Türklərdən qohumdular, amma uzaq bir regiondan. Yansız çayının yanından çox üzr istəyirəm, bir də bunu deyim. Manzuriya tərəfə köç ediblər, oradan Koreyaya keçiblər. Koreyanın dədələri də onları itələyib, bunlar keçiblər Yaponiyaya, Yaoya olublar. Onlar da 30%-ə qədər daşıyırlar ya daşımırlar. O siz danışırsınız O haploqrupundan. O. D və O haploqrup var. D şeydir, dediyimiz Aynularda zaten çıxan. Yaponiya şimalında daha çoxalır. Aynularda. Bir də Tibet ərazisində. Tibetdə eynən. Çində də var o gen 10%-ə qədər. Maraqlıdır ki, D haploqrupu ilk öncə Afrikadakı Y haploqrupu ilə birləşir. Sonra bu O haploqrupunun əcdadı olan F haploqrupu. Yəni bunların əvvəlcə daha qədimdir burada. Daha qədimdir. Sonradan birdən yenə bir-birinə tapırlar. Bəli. Amən gözəl və İnsan miqrasiyaları bir növ hissə dalğavari gedib. Dalğavari. Bir qrup gəlib, sonra da ardınca başqa bir qrup xaosun içindədir. İqlim tərəfindən yönləndirilir. Və hətta o miqrasiyaların birində Avstraliya qitəsinə miqrasiya baş verib və İndoneziya adalarına və orada bir insan növü olub. Denisova. Xeyr, Denisovan yox. Florensiya. Florensiya adasında Hobbitlər 1 metr. Bəli. O həmin o insan növü təqribən Erectus'un növüdür. 100 min əvvəl yox olub. Hətta deyilənə görə 50 min. 50 min. İnsanı görüb Sapiensi. Bəli, Sapienslər yox eləyiblər çox güman ki. Ola bilər, eləyərdik. Eləyərəm, özümə baxan deyil. Yəni onlar 1.20 təqribən boyu, yəni çox kiçik və o boy kiçik olmağa qalsın qədər, çünki pigmeylər də var, onlar da boyları kiçikdir, amma onların kəlləsi və beyni kiçik olub həcmi. Yəni bunlar sanki reqressiya uğrayıblar. Ada cırlaşması deyirlər, değil mi? Bəli. Bir ada gigantizmi var, bir də cırlaşması var. Ada gigantizmi məruz qalıb müəyyən məsələn sürünənlərdən orada var. Komod əjdahası. Bəli, komod varanlar. Bəlkə də komod varanları da onların bir hissəsi. Ola bilər. Tarix boyu bizim əcdadlarımız bu Afrikadan çıxıb bura gələnə qədər o insana bənzər meymunlardan ki 7 milyon il öncə ayrıldılar ümumi əcdadımızdan. Sonra başladılar Australopitek qrupu yarandı. Ardipithek, Australopitek müxtəlif növləri, Paranthroplar, Homo habilis. Keçənəli Paranthroplar, kişilər. Bu prosesin içində biz davamlı digər növlərlə digər növ primatlarla, məsələn, pavianlarla və pişik kimilərlə çox ciddi mübarizə aparmışıq. Felisinlərlə. Mübarizə aparmışıq deyəndə qaçmışıq bunlar. Təbii ki, mən də qaçarım. Yəni o qılınclı şəxslər Amerikada məsələn. Və bu gətirib bizə nə çıxardı? Belə çox güman ki, bizim uzun müddət sprinter, uzun məsafəli qaçışımız. Bəli, yavaş amma çox qaçmaq. Bəli. Marafon qaçışı. Amma çünki 4 ayaqlılar, yəni pişik kimilər ola bilər böyük sürətə malik olsun, amma uzun distansiyaya qaça bilməzlər. Ona görə bizim həmin o əcdadlarımız bu adaptasiyaya sahib olduqca inkişaf edib və növ olaraq uğur qazana bilib. Miqrasiya və davamlı təzyiq altında olduğu üçün. Yəni əslində növlər özləri bir-birinə kontaktda olduğu üçün qarşılıqlı təsirə məruz qoyduqca təkamülə uğrayırlar. Bəli. Yəni seçilim yaradır. Təbii seçməyə səbəb olur bunlar, baskılar. Məsələn, sizin dediyinizə dəstək olaraq söyləyim. Bu pislik sənin yaxşılığın üçündür. Eynən. Məsələn, o irəliləyirə Homo erectuslar. Onların həm də çox uzun müddət qaçmasının səbəbi də qılların töhməsidir ki, tərvəzlər, bədənləri soydu. Digər məsələlər. Və bundan savayı iki ayaqüstü yerimək əllərinin azad olmasına gətirib çıxardır. Baş barmağın hərəkiliyi var. Bəli. Əmək alətləri və ayağın ki o ağac tutma ki adaptasiya olmuşdu. Daban tağının formalaşması. Sahelantropda ilk görsənir. Sahelantrop ilk Australopitek sayıla bilər. İlk Australopiteklərin əcdadı sayıla bilər. Sonra Ardipithekdə, Ardinənədə və Lucy sonra. Onlarda hələ bu rudimentlər qalır. Amma sonrakı məsələn Homo habilis artıq onun niyə tam insan növünə aid edirlər artıq. Çünki onun xüsusiyyətləri artıq daha çox müasir insanlara, yəni insana daha çox meyl edir. Bir də ki beyni daha çox. 600 kub santimetrə çox. Bəli, beyin. Yəni şempanzenin 2 dəfə çox olur. Bəli, beyin həcmi, miqdarı, beyin kütləsi artır, həm də gətirib çıxardır ki,
kəllə hissəsi böyüyür, amma üz hissə skeleti kiçilir. Bəli, bəli, bəli. Üz hissə skeleti kiçilməyi bu göstərir ki, bu həm onların daha sülhpərvər olmağını göstərir. Hə. Daha adaptasiya meyilli. Bir də ki, diyeti dəyişir. Bəli, diyeti də dəyişirlər təbii ki. Çünki bəzi qruplar amma Avstralopiteklərdə bəzi qruplar əks yönə gediblər. Bəli. Necə ki, paralel Homo naledi onlardan gəlir məsələn. Homo naledi məsələn o xüsusi şəraitdə tapılır, onlar fərqli qrup insan. Bir də Avstralopiteklərin müəyyən qrupu bizə başlanğıc verib. Bəli. Yəni Avstralopitek qarhi olmalıdır. Ona elə sayılır. Çünki Efiopiya tərəfdə o tapılıb ki, Oldovan kültürünü yaradıb da. Bir də Avstralopiteklərin digər qrupu verib paraantroplara. Bəli, bəli. Çənəsi güclənib. Bəli, bu əks istiqamətdə gedir. Bəli, paraantroplar robustus məsələn, paraantrop robustus. Güclü bir şey. Əksinə, bunlar çənəsi biraz da gücləniblər və olublar kör şaxə. Kör şaxə. Kör şaxəyə çeviriblər. Yəni ona görə 1.5 milyon il öncə onların yox olmağı və bütün bu proseslər hamısı Afrika ərazisində baş verir. Yəni heç biri hələ Asiya qitəsinə, Avrasiya keçmir. Avrasiyaya yəni çıxmır. Evet. O proseslər hamısı Afrika ərazisində, Mərkəzi Afrika, bəziləri Cənubi Afrika, Şərqi Afrika, Homo habilis yəni bacarıqlı insan Şərqi Afrikada tapılıb. Homo rudolfensis dediyi. Sonra Homo ergaster işləyən insan. Bəli, mənə ancestral da çox maraqlı gəlir. İspaniya tərəfdə tapılıb. Kannibal olublar həm də. Onda bilirik sümükləri dişləməsindən. Çünki ilik yeyən tək canlı bizi yaxı. Bəli. Ondan bilirlər falan. Çoxdan xaşıyıblar. Tezdən saat 6-da oyanırdı ancestral. Çox gözəl. Demək bu proseslər nəticəsində təbii Homo habilis artıq dostlar demişəm polimeni insandır. Homo erectus artıq bildiyimiz insandır, amma müəyyən dik duran insan demək, ereksiya sözünə gəlir. Düz yeriyən erectus. Erectuslardan növləri formalaşıb, çünki erectuslar geniş ərazidə yayılır. Heidelberg çıxır, Heidelbergdən sapiens. Heidelberg, Pithecanthropus, Sinanthropus. Denisovların ona aid olduğunu deyənlər, çünki Denisovların çox kiçik nümunəsi tapılıb, dişləri tapılıb. Yəni, bir də barmaq. Bəli, sümük hissələri, amma halbuki Ardipitheklərin demək olar ki, tam sümük dəsti saxlanılır. Gözəl. Saxlanılma xüsusiyyətlərinə görə də yer kürəsi göründə indi. Amma Afrika bunun üzərindən muzeydir, yəni torpağın altı. Neandertal insanların əcdadı Heidelberg insan hesab olunur. Hətta Heidelbergləri bəzən erkən Neandertal kimi də görürlər. Və hətta sapienslərin əcdadı kimi də görürlər, amma hələ bu təsdiqlənmir. Təsdiqlənmir. Hətta deyirlər ki, sapienslərin yaşı çox ola bilər, 500 min ola bilər. Düzdür, indi Y DNK-da biz 200 minə qədər uzadılar yaşı. Amma ümumi deyirlər ki, ən arxaik sapienslər təqribən yarım milyon il öncə artıq meydana gəlmişdir. Deməli, bu görünür ki, antropogenezdə çoxlu aralıq mərhələlər tapılıb, amma onların tam zənciri var, birləşdirilmədi. Sanki zəncirlərin müxtəlif hissələri var, puzzle-ları müxtəlif hissələri birləşdirilmiş, amma bəzi boşluqlar var, onu doldura bilməmişik. İndi gəldik tam möhtəşəm bir yerə. Danışdıq ki, erectuslar, indiki ya bir versiyanı götürürəm. Erectusların ergasterlərlə böyük ehtimalla Heidelberglərin bir qolu Neandertal, Denisova, bir qolu Sapiens. Sapiens də gəlib dünyaya yayıldı. Həmin o Sapiens var, bax o 700 min ildən bilirik ki, bir Heidelberg var ortada. Onların nə bilim dəfn adəti zad olub. Yəni elə belə abstrakt təfəkkür artıq var. Bir təxminən 300 min, 200 min il qabaqda Sapiensin formalaşdığını düşündüm. O Adəm deyirlər, Y Adəmi, Qərbi Afrikada deyəsən tapılıb. O ən qədim Y. Onun A00 var, A0 var. Belə bölünürsə o ST keçir Avrasiya. Y xromosomal Adəm deyirlər ona. Bir də keçək qadınlara sonra onlara L0-dan ölçürlər səfər mitokondri deyil. İndi zəhmət olmasa bu şey deyərsiz yəni o Y Adəmdən danışım biraz mənə maraqlı gəldi. Y Adəm bu DNT tərəfindədir. Y xromosom araşdırma mütəxəssis tərəfindən qəbul olunmuş bir anlayışdır. Yəni Y Adəm ola bilər ki, bu sırf Adəm peyğəmbər yaxud da ki o ilk sapiens əcdadı olan kişi olmaya da bilər. Çünki onların törəmələri uzun müddət qırılmaya məruz qalıb və onun belə deyim də bir çox xəttləri davam edə buna həmin genetik əlimində deyirlər. Genetik daralma? Bəli, genetik daralma. Sıxılma, bottleneck deyirlər o. Və nəticə olaraq bu gün biz onun yaşını çox görə bilmirik. Bəlkə də çox törəməsini, amma qalan budur. Qalan budur. Qalanımız budur. İndi ola bilsin ki, Adəmin hansısa bir ulu nəvəsidir daha doğrusu. Bəli, ən aşağıda bir nəvəsidir. Amma biz onu ümumi Adəm kimi qəbul etmişik. Ondan sonra artıq bölünmələr baş verir, başqa hərflər yaranır, haplı qruplar yaranır. Adam B, B-dən onlar o hərf bir adamdır əslində. O mutasiya bir insanda. Mutasiyanın keçirdiyi bir adamın xəbəri yoxdur. Mutasiyası keçirir, biz ona adı veririk, A deyirik, B deyirik. Bəli, snip də həmin şeydir. Bu sadəcə çox bazalı sniplərdir. Onlar artıq hərflə işarə edirlər. Hərflə. Yəni A haplı qrupu A00-dan elə A-nın müxtəlif qolları yaranıb. A tamamilə yox olmayıb. Yəni Afrikada müəyyən tayfalardır. Məsələn,
Sudan ərazisində səhv eləmirəmsə Mərkəzi Afrikada Pigmeylərdə səhv eləmirəmsə tapılır. A00 pigmeylərdə çoxdur. Bir də səhv eləmirəmsə Kamerunda bəzi tayfalarda ən yüksək 67-70%-ə qədər tapılır. Tapılır. Onu da hardan biliblər? Çox üzr istəyirəm böldüyümə görə. Amerikaya o kölə ticarəti vaxtında gedən kölələrdən birinin nəslindən gələn bir adamda çıxdı ki, o bu nə qədər geniymiş. O elə bir məsələdə Orta Asiyadakı bir nəfərə çıxmışdı. Qırğızstanda bir gözlü qardaşımız da yeni çıxmışdı ki, bütün yerli Amerikalılarda da var. Onlar küydür, kü. Yerli Amerikalılar. Olur. Bəli, çox belə və çox nadir bir qol qalır orada. Qalanlar hamısı miqrasiya edir. Bu indi yəqin basıb yatırlar da gəlir. Mənə bura yaxşıdır. Biz alamayıq da belə. Adan sonra Beyatlı qrupu, onun da müəyyən qolu əsasən Afrikadadır, amma müəyyən ərəblərdə müəyyən qədər aşkarlanır, çünki coğrafi olaraq daha yaxındır deyə. Cüzi miqdarda bəlkə də Azərbaycanda da çıxacaq, tək-tük. Yəni onun çox rast gəlir. Beyatlı qrupu. A-hapla qrupu yəqin ki, lap az rast gəlinir. Ona bilirəm ki, ermənilərdə vardı bir. Bəli, belə bir. J1 var. A-haplı qrupu. A-haplı qrupu. Varmı o yəni? Belə bir haplı, amma bu təbii ki, onun əcdadının çox güman ki, Afrikadan gəldiyini xəbər verir, yaxın vaxt. Yaxın vaxtlarda. Yəni çünki çox qədim A-haplı qrupu və yalnız 1-2 nəfərdə bu biraz çətin. Belə hipotetik danışaraq deyə bilərik ki, Ərəb xilafəti dövründə İslam kültüründə axı irqçilik yoxdur. Ola bilsin hansısa bir qaradərli müsəlman gəlib köç eləyib. Oradan gələ bilər. O əslində tayfa ənənələrin silinməsi və həmin bu sosiumun inkişafı, mədəniyyətin inkişafı genin daha çox memin geni üstələməsi məsələsi. Gətirib bana çıxardır ki, törəmədən daha çox əqidəsi eyni olan adam vacib olur. Düppədüz. Yəni mənim oğlum yox, mənim ardıcılım. Mənim dərs dediyim adam, mənim şagirdimdir. Bəli. Ona görə bəs şeyxlikdə məsələn o deyirdi mənim oğlumdur, mənim atamdır, amma əslində onların niqrikonluğu yoxdur. Eynən. Və belə mənəvi atalıq. Yəni sosial keyfiyyətin bioloji keyfiyyəti üstələməsidir. Bəli, və onun nəticəsində təbii ki, tayfalar ki, əvvəl bir-birinə ziddiyyətli, yəni hətta eyni haplı qrupu daşıyırlar, eyni stipi də daşıyırlar. Sadəcə bu 5 kilometr distansı da yaşayır və o artıq başqadır deyə onun ərazisi də ayrıdır. İndi nə uzağa qaçaq, biz də elə yəni digər canlılar kimi ərazi qorumağa meyilli olmuşuq. Digər qruplarla mübarizə, amma ulu icmamız belə olub da təbii ki, ən azından. Biz də digər tayfalarla indiyənə qədər xüsusiyyətlər təbii ki, qalıb bizdə. Fenotip dəyişir, təməl mexanizm dəyişmir. Uzağa getməyək, uzağa gedir əslində. Gedək. Papua Yeni Gvineya adası var. Super. Möhtəşəm bir yer. Niyə? Mən düzdür, orada yaşamağı düşünmürəm. Çünki çox güman ki, məni orada yeyib qutaracaq. Amma məşhur bir antropoloq yemişdilər. Oradakı, bəli. Oradakı ən gözəl nümunə odur ki, orada addım başı bir dil qrupu var. Yəni İzolyasiya qrupları deyə balaca Qafqaz kimi. 10 kilometrlik bir coğrafiyadır. Hələ Qafqaz yaxşıdır. Qafqaz hələ yaxşıdır. Qafqaz yaxşıdır, çünki onsuz birləşdirə bilirsən. Orada Dargin dili var, Ləzgi dili var, Ləyik dili var. Yəni bunların ümumi leksikası var. Bilirsən ki, biz bundan bunu birləşdirə bilərik. Amma onlarda necədir? Bir adada 50 dənə dil ailəsi ola bilərmi? Yəni bir 50 kilometr məsafə, 10 kilometr məsafədə bir dildir. Daha sonra tamamilə fərqli bir dildir. Amma haplı qruplarına baxırsan, eynidir. 6%-ə qədər Denisova genləri var. S və M haplı qrupu. Bəli, var onlarda. Bizdə də Neandertal genləri var. Məsələn, bir dostum var, mən Neandertal deyirdi. Deyirsən konkret Neandertal. Var. Çünki həmin o dəri rənginin dəyişilməyi və çox güman ki, kürən rəngi, dəri saç rəngi, orada da Neandertalların təsiri var. Amma Neandertallar özləri də təkamülə uğrayıb da. Məsələ burasında ki, erkən Neandertallar var və gecikmiş Neandertallar var. Gec Neandertallar yeri gəlmişəm bizim əcdadlarımız da Kramanyonlarla qarışıblar. Yəni ona görə bizdə 2-4% Neandertal elementləri olacaq. Yəni əgər biz Afrika irqindən deyiriksə, yəni Afrikalı deyiriksə, %100 olacaq. Şimalda çıxsa Cənubi Sub-Saharan Afrikası deyirsə, Bəli, biz keçmişik artıq o. Ona görə biz qarışmışıq istəyən halda. Epstein-Barr kimi təhlükəli viruslardan qurtulmaq üçün həm də immunitet qazandırdı bizə Neandertallar. Sağ olsun babalarımız, yaxşı bəyəniblər. Soyuğa davamlılıq da. Yaxşı Neandertal qızlarını bəyəniblər. Soyuğa davamlılıq da yəqin ki oradandır. Bir də yəqin ki çox tüklü olmağımız da bir tezdən. Hə, mən biraz var. Biraz qıllıyıq. O da kuşlara məncə çünki onlar davamlıları yaşadığı ədnə artıq soyuq, Afrika o vaxt, Avropa o vaxtı həm də buzlaqların təsirinə məruz qaldı. Onlar sağ qalmaq üçün yalnız o formada vəziyyətdən çıxa bilərdilər. Yəni belə kəlləyə oxşar bədən quruluşu, belə qısa boy, enli, güclü fizik. Bizdən də qız güclüdürlər bu arada. Bəli, çox güclü olublar, bəli. Ona görə 40 min il deyirlər, amma bəlkə də 12 min il öncəyə qədər onlar müəyyən qruplar halında mövcud idilər. Amma içimizə ərdilər. Əlbəttə assimilasiya elədik. Assimilasiya elədik və hətta özləri bir-birini yoxlaya bilərdi. Çünki onlarda kannibalizm var idi. Ac qalanda qırarlar. Ac qalanda insanlar da zaten hər şey olur biz yəni. Amma onlar bunu daha çox ediblər deyə onlar
həm qrupları kiçik idi. Bəli. Həm də deyilənə görə onlarda qadınla, Neandertal qadınlarında doğuş problemləri Hə, bax elə onunla bağlı sual vermək istəyirdim. Deyirlər ki, normalda Neandertal qadını bir Homo sapiens kişisinin olanda daha sağlam döl verir, uşaq verir. Amma Homo sapiens qadını ilə Neandertal kişisi olanda daha uşaqlarda problem olur. Bir də bir sirri O başın böyüklüyü ilə bağlı Bəli, olur. Neandertalların Tam. kəlləsi böyük idi və Kimə qədər çatır? və onların beyni bizdən ən az 200 qram ağır olmalı idi. 200 qram ağır olmalı. Bəli. Yəni doğuş eləyəndə ananı öldürür deyə, özü də ölür deyə ola bilər, yəni Ola kəllə bilər, böyük. doğuş çətinliyi ola bilər. Həm də Hə. vaxtı, yəni indi məsələn bir problem Çanaq daralı bax bizdə. Bəli, bəli. Pipetalizm. Amma şey olanda, qarışıq olanda, heterogenlik olanda həmin bu əlamətlər daha az nəzərə çarpır. Yəni törəmənin, dölün sağ qalma ehtimalı daha yüksəkdir. Bəli, bəli, bəli. Ona görə müəyyən qazıntılarda həmin bu hibrid fərdlər tapırlar. Neandertal Homo sapiens hibridi. Yəni bu tapılır. Möhtəşəm bir şeydir. Bir də Neandertal insanların unikallığı o ki, onların mitoxondrisi araşdırılıb. Möhtəşəm bir şeydir. Ha. DNT-nin, yəni mitoxondrial DNT daha möhkəmdir deyə. Mən onu bu ara unutdum çünki biz sürətlə keçdik bir istiqamətə. O da səhv etmirəmsə kişi spermi gələndə onun başı girir ancaq o arxasında mitoxondri DNS düşür də. O bəli, kişidən ona görə mitoxondri getmir. İndi ona bir izah edeyim sadə bir dildə. Biz dedik ki, bizdə orqanizmdə hüceyrələrdə daxilində növədir, növənin içində o paketlenmiş DNT molekulları. Amma bizim DNT-miz tək bununla bitmir. Bir orqanelimiz var, hansı ki biz ona stansiya deyirik. Enerji stansiyası, oksigen, fabrikamız, bəli. kömürümüz. O mitoxondrilərin daxilində halqaya oxşar DNT-miz var, əlavə DNT-miz var. Yəni o da məlumat daşıyıcısıdır. Üzr istəyirəm, bir şey soruşa bilərəmmi? Bəzilərinin iddiasına görə həmin o mitoxondri DNT vaxtında bir bakteriya olub, onu çəkib içimizdə əritmişik. Bəli, bəli. O düz məsələdir. Bəli, belə bir şey var və bu nəzəriyyə özünü doğruldur. Bizdə və bitkilərdə. Bitkilər deyir, xlorofilli siyanobakteriyaları həbs edib. Konkret əhəlləşdirmişik də. Bizimkilər də bizim prokaryot əcdadımız başqa bir prokaryot qohumumuzu yeyib və daxilində endospor kimi saxlayıb da bir növ. Və o çevrilib olub yeni bir hüceyrə, yəni bir simbioza keçmiş. Əhəlləşdirib. Və ona görə də onun müstəqil bir DNT-si var və maraqlı da burasındadır ki, həmin mayalama prosesində qadın yumurta hüceyrəsinin mitoxondriyalar qalır öz yerində normal, amma kişilərdə mitoxondri yalnız hərəkətə kömək elədiyi üçün mayalama prosesində o düşür gedir. Ona görə kişidən bizə mitoxondrial xromosom DNT qalmır. Xromosom demək doğru deyil, DNT qalmır. DNT qalmır. Bəli, ona görə bizim mitoxondrial DNT-miz yalnız ana xətti ilə gəlir. Yalnız. Buna da xüsusi ad qoyublar. Onların mitoxondrial xəttləri birləşdirib ona mitoxondrial həvva deyirlər. 170 min il əvvəl yaşayıb. Cənubi Afrika tərəfdə. Onu bilirəm ki, Adəmdən daha yaşlı görünür. Hətta deyir 100 min il daha yaşlıdır. Adəmdən yaşlıdır. Bəli, Adəmdən yaşlıdır. Mən əksin bilirdim. Vau, bunu bilmirəm. Nənəmiz daha yaşlıdır. Eybi yox, hörmət eləyərik. Çünki indi onu da izah edəcəm niyə. Niyə? Əslində dərinə getsək, bizim qadın əcdadlarımız kişi əcdadlarımızdan qat-qat çox olacaq. Çünki kişilər birini öldürür qadını. Bəli. Ona görə hətta bizim kişi əcdadlarımız bir çox yerlərdə birləşəcək, eyni adam olacaq. Amma qadınlar sağ qalmaq ehtimalı daha yüksək, daha çox qorunublar. Bəli, bəli. Daha az müharibədə iştirak edirlər, daha az konfliktdə. Bizdə saç yollar, biz bir-birimizi vurub öldürürük. Bir də bir şey deyim. Şimali Afrikada bir mağara var. Adını unutmuşam amma A hərfi ilə başlayırdı. O söz deyə bilmirəm deyə demirəm bu arada. O mağarada tapılan fosillərdə görürük ki, kannibalizm baş verir, bir-birini öldürüb yeyiblər. Amma heç bir sümük qadına məxsus deyil. Ancaq uşaqlara məxsusdur, yaşlılara və kişilərə məxsusdur. Heç bir halda məsələn bundan öncəki verilişdə də bu misalı çəkmişdim. Elə bir qadınlar bir növ kişilər tərəfindən resurs kimi görünürdü, uşaq artırma resursu kimi. Bu bir pis ifadədir, kobud ifadədir, üzr istəyirəm buna görə, amma belə doğrudur. Zulular var məsələn Cənubi Afrikada. İndi o misalı yenə vermişdim. O ingilislər hücum eləyir. Zulu əhalisi başlayır şey deməyə. Bizim qadınlarımızı, torpağımızı və hökmdarımızı ala bilməyəcəklər. Yəni 3 təməl legitimlik şeyini, namussuz adı, bəli. Hindistanlılarda da belə bir adət vardı. Qadınlar özləri yandırırlar. Hə, bəli. Onlar şeydə idi. Rasputlar Udaypur bölgəsində məxsus. Bəli, Rasputların hə. Bu Moğollarla müharibəsi. Özləri yandırırlar. Əzət edirəm amma belə adam kimi biz olur. Ciddi şəkildə müqavimət göstəriblər. Bəli. Əkbər şaha qarşı da göstəriblər, Babur şaha qarşı da, bəli. Möhtəşəm bir detaldır. Aha, davam eləyək mitoxondrial DNT. Mitoxondrial DNT dediyimiz kimi onun da öz haplı qrupları var. Yəni o da mutasiya uğrayır, dəyişikliyə uğrayır, haplı qrupları var. O daha çox olur. Və daha çoxdur və mən deyərdim ki, araşdırılmağa ehtiyac duyulur. Çünki bizdə mitoxondrial DNT çox az verilir. Nadir halda istifadə. İndi biz hələ çalışırıq ki, biraz kişi xəttlərini populyarlaşdıraq. Çünki kökləri ilə, mənşələri ilə daha çox kişilər bizdə maraqlanır. Amma mən düşünürəm ki, bu doğru deyil. Çünki
irsiyyətin araşdırılmasında, etnogenezin araşdırılmasında tək kişilər yox, qadınları araşdırılması. 50-50 bu araşdırılmalıdır mütləq. Sadəcə bu ümumi götürəndə ümumi DNT sahəsində, yəni qlobal olaraq hələ ki mitoxondriyaya o qədər diqqət yoxdur. Yəni, tək biz deyilik. Biz burada da geridə qalmışıq o demək deyil ki, hamıdan geridir. Yox, ümumi dünya bu məsələdə çox aktivdir. Əsasən Y-lərə və autosomlara üstünlük verirlər. Ona görə ona da üstünlük vermək lazımdır və onların da təbii ki adları var. Orada hərflərə uyğun adlar var. Məsələn, H hərfi, H, Helen, C, Jasmine, yəni belə adlar var. C, Jasmine, orada Ursula məsələn belə adlar var. Qadın adları qoyublar ki, yəni var onların hərəsi Azərbaycanda tapıldı. Hətta paleodentdə var. Mən belə bir nümunə vardı. Paleodent, paleolitik dövrünə qalan. Bəli, paleodentdə qadın nümunəsi vardı. U7 xromosomunu daşıyırdı. Ən qədim nənələrdən biri. Mitoxondri sinifində, mitoxondri qrup deyək. Mitoxondri. Aha. U7 o MTA, o yazılır. Axırıncı ondaydı. U7 B səhv edə bilmirəmsə. Məndə H14B-dir. Məndə daha çox Avropalılara yaxın bir sinif. Heç səhv etmirəmsə, Avropanın Hind-Avropalılardan qabaqı yerli ovçu yığıcıları olub. O Avropada çox yayılıb. Avropada çox yayılıb. Məsələn, baxdım İtaliyada ən çox yayılan İtaliyada Balkandır, dəhşət yayılıb. Avropada yayılıb. Bizdə də kifayət qədər var. Bizdə var. H14B mən düzdür ana xətti izləmək çox çətin, çünki bu şəcərə deyil. Mənim nənəmin, nənəsinin anası kim olub, o biraz çətin məsələ tapmaq. 2 dənə 3 dənə adı bilirsən, adını bilmirsən. Bəli, qadın adı da tək bilir. Onu bilirəm ki, o da bizim bölgədən olub, amma bilirik ki, bir dağ kəndindən olub. Deyirik ki, tamamilə dağdır, söz yox. Orada Zvand bölgəsində bir kənddən. Yəni o xəttdən gəlir o mito. Təbii ki, orada bitmir. Onun da anası olub, onun da anası olub. Və o araşdırılmır heç yerdə. Yəni biz yüzümüzü təbii ki vermişik şəcərəyə, kişi xəttə. Bayaqdan bəri danışırıq və danışarkən gah homabilisə, erektusa gedirik, gah insana. Yəni artıq biz buradakı sərhədləri yandırmışıq. Bunların bir davamiyyət prinsip, yəni davamlı ardıcıllıq, alqoritmik getdiyini bilirik deyə asan olur bizə danışmaq. Amma izləyicilər üçün məncə biraz çətin olacaq bu. Sadəcə ona görə davam eləyək. Onu bilirəm ki, izləyicilər bundan sonra Google-a çox girməli olacaq ya da evdə kitabları varsa daha çox baxsınlar. Qardaş, ən yaxşı bax belə eləyim, mən elə edirəm. Kompüterdə açıq qoyuram, telefonu bura. Telefonda izləyə-izləyə tez yazıram, məlumat öyrənirəm. Yəni burada heç bir qəbahət bir şey yoxdur. Yəni yeni informasiya qavramağa çalışıram. Bilmirəm, məlumatım yoxdur. Öyrəndim, bildim. Şəxsən mən yeni şeylər öyrənirəm, ləzzət eləyir, yəni bu saat eyfariyadayam. Davam edək. Antropogenezdən danışdıq, artıq keçdik etnoslar, hərəsi bir tərəfə yayıldı. Demək, məsələn, gedib Hindistanda elə xalqlar var ki, Avstraliya yerlərinə çox bənzəyirlər. Böyük ehtimal o köç vaxtı orada qalıblar, yarısı gedib İndoneziya. Avstraliya dil ailəsi var, bilirsiniz də. Məsələn, yaxşı bir şaha çıxacağam indi. Madagaskar adası bilirsiniz. Malqaşilər, İndoneziyadan gediblər. Bəli. Və o özünü Y-DNT-də də göstərir. Məsələn, Y-DNT-də göstərir. Bəli. Super. O haplo qrupu daşıyır təbii ki, bu Hind-Çin yarımadasında o haplo qrupu əsas yayılmış haplo qrupdur. Və Madagaskar, Malaqasilərin həm bunu fenotipik görmək olur. Təbii ki, bilirsən ki, bu düzdür, qara dərilidir, amma bu daha çox Asiya görüb. Asiya görüb, bəli. Və analizlərdə, Y-lərdə o haplo qrupu 30% çıxır. 2 sinipi desəm, böyük sinipi çıxır, amma var 30%. Və orada təbii ki, tək onlar Asiya qrupundan təşkil olmuyor. Və Bantu xalqları qarışıb onlara, hətta digər etnoslar, ərəblər təbii ki, orada ticarət falan nələr. Bəli, Zənzibar zət. Bəli, o yaxında sonra. Farslar kimi düzür, amma yenə də. Farslar da qarşı. Yəmənlilər, amma o cüzi qrupdur. Omanın Yoruba sülaləsi oralara yayılmışdı, səhv eləmirəmsə. Biz səhvlərlə döyüşüblər, nəysə. İndi bəli, oradan köçlər olub, biz bunu da izləyirik. Bu Avstraliya köçü var, böyük köç Avrasiyaya keçən. Növbəti köçlərdə səhv eləmirəmsə biri Orta Asiya gedir Sibirə. Böyük ehtimal mamutların arxasında düşüblər. Soyuğa. Sonra görürük ki, Sibirdə bir partlayış olur. Məsələn, bu gün sizin talış diliniz, mənim türk dilim. Bu mənim türk dilim Şərqi Avrasiya dil ailəsi sayılır indi artıq, Altay demirlər. Sizinki də Hind-Avropa. Bunların hamısı, yəni mənim türk dilimin atasının atası da, sizin atasının atası da deyirlər Sibirdə formalaşır, Baykal gölü civarında. Belə bir tezis var. Şimali Avrasiya xalqları, Onlar məsələn çox maraqlı gəldi, araşdırdım. 45 min, 70 min əvvəl gedirlər. Hətta birləşdirmə hipotezi var ki, Nostratik bizim dil. Nostratik 1905-ci ildə yazılıb Danimarkada. Bu Semit dilləri, Hind-Avropa dilləri, Altay, Şərqi Asiya dilləri deyə ümumi bunlar hamısı bir Dravid dilləridir. Buna Nostratik deyir. Yəni bu deyir ki, əslində bu dil ailələr böyükdür və bunların böyük olmağının səbəbi odur ki, bunların həm də kökləri bilir. Bir-birinə bənzərlik var, rahat alış-veriş eləyə bilirlər. Bəli. Hind-Avropa dilləri bu saat ən geniş yayılmış dil qrupu ola bilər, amma məsələn müxtəlif yerlərdə təbii ki öz mövqeyi müxtəlif olub.
Amma mən düşünürəm ki, bunların ümumi ortaq xüsusiyyətləri olub ki, bunlar bu cür geniş yayılıblar. Şübhəsiz. Mən elit teorisini dəstəkləyirəm. Yəni gəlirlər hansısa bir regiona, oranı başa keçirlər, hamının öz dilini qəbul etdirirlər, amma zamanla otozom genləri onların örüntüsünü dəyişir. Yəni yerli xalq onu dəyişir. Sosial olaraq ona bənzəyirlər, yəni Hind-Avropalı olurlar. Amma dili eynən türk də bunu eləyib. Yəni bizimkilər bunu deyəndə düzdür, məni saxlamaq istəyirlər. Amma məsələ budur ki, bunu hər millət eləyir. Hər millət eləyib bunu. Yəni sadəcə bu kolonializm dövründə çox üzr istəyirəm. Bunu üzümüzə vururdu ruslar. Köçəri sən gəlməsən. Bizimkilər aqressiv surətdə reaktiv tarix yaratdılar. Urmiya teorisi və digər teorilər. Günəş dil teorisi Türkiyədə. Yəni reaktiv tarixdir o. Amma əslində genetika hər şeyi isbat edir də qardaş. Yəni biraz sakitləşmək lazımdır və bunu belə sağlam beyni araşdırmaq lazımdır. Bəli, bütün bu proseslər doğru araşdırılmalıdır. Yəni heç kim birdən-birə peyda olmayıb qəflətən. Yəni bütün proseslərin bir izahı var, şərhi var, məntiqi də izahı var təbii ki. Yəni fərziyyələr çox ola bilər, amma nəyisə əsaslandırılmalı. Məsələn, Hind-Avropa dilləri üzərində çoxlu tədqiqatlar olub və hipotezlər olub. Təbii ki, onların ana dili mənşəyi və o vaxtı Proto-Hind-Avropa. Bəli, 19-cu əsr bu ərazi araşdırılıb və məsələn Britaniyalılar Hindistana çıxandan sonra gördülər ki, bəs burada sanskrit dili. İlk dəfə Portuqaliyalılar fərqinə var, çox düz deyirsiz. Sonra ingilislər. Və Avropalılar görürlər ki, bu nəsə bizim dil qruplarımızda. Ona bağlı siyasət yürütüblər. Aryanların geri gəlişi. Bəli, bir müddət. Həmişə belə sərt başlanğıc olur da, belə yenilik olanda sərt başlanğıc olur. Sonra görürlər ki, yox, bu o qədər sadə deyilmiş. Bəli, elementlər. Amma təbii ki, əlaqə var. Bu əlaqəni sonda o proto-vətən anlayışı, proto-Hind-Avropa dilləri və qədim vətən anlayışı, ilk vətən anlayışı, bu dilin yarandığı yer anlayışı üzərində çoxlu mübahisələr olub. Biri deyir Anadoludur, biri deyir nə bilim Qafqazdır, biri deyir Ermənilər Qafqazdır. Dirəkiblər Qafqazı salsınlar. Yəni hərə özünə tərəf çəkir. Axı Yanmanı qəbul etsələr və ya Sibiri qəbul etsə ermənilər köçəri gəlmə sayılır axı. O da görə istəyirlər ki, Qafqazı isbat eləsinlər. Yəni əslində köçərilik çox oturaqlıq bu coğrafiyaya bağlı, şəraitə bağlı bir xüsusiyyətdir. Əgər orada əkinçilik yararlı ərazilər varsa, bu tədricən oturaq həyata əkinçiliyə səbəb olacaq. Olacaq neolit. Məsələn, bəli, neolitik farmerlər Anadoluda var. Bir də Zagros. Avropa ərazisinə və həmin o köçərilərlə, o ovçu yığıcılarla kontaktda olduqca orada öz yeni mədəniyyətlər yaradıblar. İndi Avropalılar da elə onlarla kontaktda olub. Bəli, sizin bir nümayəndəniz var idi, elə ilk ona söhbət Orxan bəy. Orxan bəyin Facebook profilinə girdim, maraqla baxdım. Orada Churchillin genetikasını çıxmışdı. O, yəni Aryan geni deyil, İngilis, German geni deyil. O bir boşa adamın atası Afrikadan gəlib. Bəli. Amma o qədər keçmiş dövrdə gəlib ki, onun saqqlatlarını da qoymuşdu. Gəlib Anadoluya keçib, Anadoludan keçib. Bu da onu göstərir ki, indi o Fars milliyyətçisinin və yaxud da ki, Türk milliyyətçisi, o pan-türkistinin və pan-iranistin hansısa bir panın dediyi kimi mən Churchill İngilis deyil deyim genetikasına görə. Amma adam ən güclü İngilis sayılır. Dediyimdə o snip V13 snipi Balkan yanmasından çox öncədən var. Hətta Frakiyada formalaşıb. Paleodenti, bəli, Frakiya. Paleodentilərdə 4000, 5000 il rast gəlinir. Bu o deməkdir ki, bu hər hansı bir Avropa ərazisində çıxıb biz buna dilimiz gəlməməlidir ki, deyək ki, bu Avropalı deyil. Bu Hind-Avropalı hətta deyil. Çünki bunun yaşadığı dövrdə o yanlayalar təzə yaranırdı öz üçün. Bəli. Təzə artırdı. Nə olsun dil orada formalaşıb. Bəli. Bu da öz paleodili vardı. Bu kontaktda olandan sonra bu dil keçdi. Çoxdan transition oldu. Yəni bu Hind-Avropalının dili qaldı, bunun geni qaldı. Bəli. Yəni və hətta bu proses 100% baş verməyib. Yəni bu deməkdir ki, gəldi, tamamilə öz dilini keçir. Yox. Məsələn, öz substratlarını ötürürdülər bunlara. Yəni niyə dillər dəyişir getdikcə? Yeni gələn dil qrupu köhnəsi ilə kontaktda olur. Hansı sözlər lazımdır, istifadə olunur, o qalır. Ona görə məsəl üçün qədim Yunanlarda Minoy mədəniyyəti olur. Minoy mədəniyyəti, bəli. Onlar Yunan olmuyorlar. Məsələn üçün səhv eləmirəmsə Yunanistanda o titanlar var, o keçmiş xalqların tanrısı olub. Bu yeni tanrılar onları niyə öldürür? Çünki yeni xalq gəlir onları işğal edir axı. Möhtəşəm bir detaldır bu. O Yunan mifologiyası çox gözəl əks etdirir. Sonra məsələn, səhv eləmirəmsə Pelaskilər var. Yunanistan qədim əhalisi, Hind-Avropalı olmayan. Sonra İngiltərəyə baxsaq, sizin dediyinizi tam təsdiqləyən bir araşdırma oxumuşdum. Skandinaviyalı bir dilşünas yazmışdı. 2016-2017-ci ildə səhv eləmirəmsə, onda mən oxuyanda 2-ci kursda oxuyurdum. İndi 23 yaşım var, onda 20 yaşım zadım vardı. 19 yaşım vardı. Orada bir Hind-Avropa dillərinə keçən yerli o daş dövrü və Anadolu əkinçilərinin sözlərini tapmağa çalışırdı. Məsələn üçün keçi söz var ya, Quat. O belə deyir ki, onlardan qalıb. Yəni neolit dövründən gələn bir şeydir. Yəni bu möhtəşəm bir şeydir. Bu elementlər qalır. Yəni bəzi element 8000 il saxlanılır, bəzi element saxlanılmır. Məsələn, çox güman ki, bura feillər
aiddir, feillər daha tez dəyişilir. Yəni yeni gələn xalq, məsələn, Azərbaycan dildən doğma olan sözlər, düşünürəm ki, feillərdir. Feillər təbii ki. Bu Ərəbcədən söz keçsə belə ibarət olur, türkçədə ibarət var. bəli, yəni hissəsi olur və olur feil olduğu üçün təbii ki, ibarət ərəbcə olsa belə. Həmişə feil özünü qoruyur. Bəli. Bizdə buna Osmanlı dili məsələsinə kimi gətirirlər. Deyirlər ki, yox, sizin diliniz qarışıqdır falan. Hər dil qarışıqdır orada. Qarışıqdır da. Yəni qarışıq olmayan dil tayfa dilidir. Bəli, Mən də tayfa adamı deyiləm. O proto tayfanı tapmaq lazımdır. Bəli. Sonra çox maraqlı Orxan bəyin paylaşımı var idi, elə onu deyim. Osmanlı şəcərəsini araşdırmışlar, J2 çıxmışdı. Və orada belə qeyd eləmişdi ki, Orta Asiyadan gəlib, düzdür. Amma bir Saka olub, İran dili Saka olub, türkləşib. Düzdür, İran dili demək hələ də bilinmir Sakalar hansıdır, amma İran dili hələ ki qəbul olunan konsepsiya. Çox gözəl bir detaldır. Təsəvvür edin, orada türkləşirsən, ondan sonra gəlsən burada hamı yəni o uzağa niyə gedirik ki? Saklar, skiflər, kimyərlər qrupu orada. Hind-Avropalılar məncə. Niyə? Bəli, Hind-Avropa sayılır. Niyə onlar həm də türklərin ataları kimi sayılır? Çünki qarışıqlar. Türklərə. Bəli, və bunu biz nə ilə görə bilərik? Məsələn, R1 adlı qrupu var. Bu Z94 snipi var. Başqırtlarda 4700 illik yaşı var. 4700 bəli. Bu snip Hindistan şimalında, İranın şərq hissələrində, Əfqanistan falan, Tacikistanda çoxdur. Və Qırğızlar, Altaylılar kimi, Uyğurlar kimi xalqlarda xeyli yayılıb. Amma türk qaplı qrupları kimidir. Yəni ən çox türk qaplı qruplardan biri dəmdir bu Erbera, Orta Asiyada. Amma bunun birləşdiyi Erbera bilavasitə bu Hindistan subkontinentində, yəni Taciklərdə, Əfqanlarda olan Erbera ilə eynidir yəni. Və biraz da sonra birləşir Slavlarla artıq. Bu gün yuxarı qolda Kordetvar mədəniyyəti də o. Bəli. Kordetvar mədəniyyəti, Litva, Latviya tərəfləri. Ya birləşirlər, olurlar. Yəni bu o demək ki, orada ruslar bir ayrım vardır, Kulosov deyil, türklərlə slavlar deyil, qardaşdırlar. Düzdür. Çünki Avrasiya stepləridir, get-gəl qarışır. Ona görə belə deyə bilərəm. Məsələn mən İskitlərə tam türklə deyə bilmirəm, tam Hind-Avropalı deyə bilmirəm. Böyük ehtimalla İskitlər bugünkü biz mirasdan almışıq, varisini almışıq. Çünki adicə bilirsiniz də, bu genetika son dövrlərə qədər Avropalılar İskitləri türk sayırdı. Hətta Voltaire'in bir əsərini bu yaxınlarda oxudum. Orada yazıb ki, Marcus Aurelius güya keçmiş dövrdən gəlib Roma imperatoru. Gəlib deyir ki, mənim imperiyama nə oldu? Deyirlər şərqini dindarlar tutdu, xristianlar. Şərqini, qərbini dindarlar tutdu, şərqini İskitlər tutdu. Osmanlı İskitdir. O dərəcədə. Bəli. Və belə bir sözlər var. Məsələn yazır ki, tatarlara birbaşa skif deyirlər. Birbaşa skif deyirlər. O Napoleonla döyüşəndə də onlar demişlər ki, skiflər qaranlıqdan çıxıb ox atıb qaçırlar. Çar skifləri. Onda belə deyirlər. Bəli, royal skiflər. Eynən. Onların paytaxtı da şeydə oldu deyirlər, Ukrayna tərəflərdə. Neapol oldu. Krım adasının. Olbiyazat deyirlər, o koloniyaların yaxınlığında oldu. Tavriya olub, burada skiflər sonra. Tavrlar amma deyirlər fərqli bir xalqda olurlar, daha vəhşi bir dağ xalqı. Orada germanlar da olub. Qarışıblar və Oskotlar dediniz germanlar. Daha sonra gəzirlər, onlar 15-ci əsrə qədər yaşayır o regionda. Bəli, onların qalıqları orta əsrlərin müəyyən dövrünə qalıb. Bəli. Və bir məsələ var ki, məsələn mən düşünürəm ki, skiflər niyə tam olaraq İran dili qəbul olundu? Şərqi İran dilləri kimi qəbul edirlər onu əsasən. Mən də qəbul edirəm tam. Zamanla da skiflər deyəndə biz tam bir qrup nəzərdə. Bəlkə bu çox böyük bir qrup. Ural dillisi var, türk dillisi var, İran dillisi var, bəli. Məsələn, pazarlıq mədəniyyətində en adlı qrupda da bu. Yəni baxmayaraq ki, ora skiflərin, sakların mədəniyyəti var. İndi ondan biraz danışaq. Pazarlıq qurğanda en tapıldı. O deməkdir ki, burada Ugorfin xalqlarında təsiri var. Hətta ona görə bəzi hipotezlər irəlilədirlər ki, Ugorfin dilləri Altay dilləri, türk dillərinə yox, əksinə Hind-Avropa dillərinə daha yaxındır. Hətta belə ağac təsvir edirlər ki, bu Hind-Avropa dilləri, burada da qıraqda Ugorfin dilləri, Fin, Macar, nə bilim. Bəli. Samoyed. Amma mən düşünürəm ki, Finogor türklərdən təbii ki, hamısı bir-birinə qohumdur, amma türklərə daha yaxındır. Daha doğrusu yerli Amerikalılara və Yenisey dillərinə daha yaxındır deyərdim. Bəli, olar. Məncə yəni. Çünki səslənişi, fenotipik danışdıqları da bunu bildirir. Həm də bərabər yaşayıblar da. Məsələn, onlar da, Macarlar da özü on türk. Bu dil məsələsini nəyə bənzədir də? Bu Gollum məsələsinə bənzədir. Gollum monster. My precious. Yəni onu birləşdirməyə çalışdı da, Üzülərin kralı. Onu eləyə bilmirik deyir. Ona görə ki, dillər bir yerə qədər birləşir, amma sonra sanki elə bir vəziyyət yaranır ki, bilmirsən bu ümumi əcdaddır. Yoxsa oxşarlıqlardır. Oxşarlıqlardır, düppədüz. Bax çox yaxşı. Ona görə bir yerə qədər birləşdirir. Onda biz İskitə belə deyək. İskitə böyük bir bölgədə, orada hər dillə tayfa olub, amma bu gün bəzi qolları Afrikada da çıxa bilər, çünki sarmatlar getdi ora. Alanlar getdi, nə bilim, Paris tərəflərə. Bu gün Polşanın orta əsrdə Nobel zadəganları özlərinə sarmat əsri deyirdi ki, onlar İskitlər oldu. Amma məncə türklərlə qarışıb buralara gəliblər. Bəli. Ona görə türklərin belə görüntüsünün dəyişməsi komponenti də daha yüksəkdir. Məsələn, niyə o Turanoid irqi deyirlər? Turan irqi. Andronovu deyir ki, Andronov axı İran dilləri mədəniyyəti. Ona görə ki, türklər orada yaşayıb.
türklərin özündə proto-indo-aryan qarşılığı da çox var. Düppədüz. Tam Ona görə razıyam. məsələn o bir nəyə oxşayır? Sanki türklər bura gələndə Səlcuqlar dövründə təzədən indo-aryanik miqrasiyasının bir hissəsini gətiriblər özü. Bəli. Əlavə alçon gətiriblər. Eynən. Bu aspektdən baxmamışdım. Çox yaxşı yanaşmadır. Yəni deyirsiniz ki, o Afrika dövləti zad var Aral gölü ətrafında. Orada Hind-Avropalılar var, amma Oğuzların dövründə. İndi bir dənə time vaxtı çəkirik 2000-in əvvələ. Görürük ki, orada bir İskitlərlə türklər, yəni eradan əvvəl 4-cü, 3-cü, 2-ci minlikdir. Bir qarışır. Orada türklərdə artıq ilkin turanit xüsusiyyətlər, həm asiatiklik var, burada çox gözəl olur, onlar. Yəni həm asiatik. O mən gördüm özbəklərdə. Aryanlarla asiatiklərin qarışımı. Ondan sonra o amma türk dili daha baskın olur. Sonra onlar bir də gəlirlər İrana ikinci aryan köçünü. Əslində qismi də türk adında qismi aryan geni köçürürlər. Bəli, çünki məsələn İndo-Avropa hipotezi bayaq dediyim kimi oradan başlamaq istəyirdim. Oradan getdim şaxa, dəzdən qayıdıram. Aha qayıdı. Sonda qəbul olundu ki, bu Rusiyanın cənubunda Pontik çöllərdə, Rusiya, Ukrayna, hətta müəyyən hissəsi Qazaxıstana, Ural çayına qədər ərazilərə mövcud olmuş Yamna mədəniyyəti götürdülər vətən kimi. Orada da əsasən R1B haplogrupu tapılır. R1B və Z21-13 və bir sinif var. Hələ ki düşünürəm ki, orada araşdırmağa ehtiyac var. Bir də başqa haplogruplar da var təbii ki. Orada I haplogrupu tapılır, I2. I2, hə. Bəli. Amma məsələn müəyyən məsələlər həll olunmayan məsələlər nədir? Bugünkü Hind-Avropa dillərinin yaranmasında iki sinifi götürürlər haplogrupu. R1B və R1A. R1B əsasən Qərbi Avropa xalqlarına, yəni Germanlar, Keltlərdə də ən çox tapılan haplogrup. Ən çox o da elə. İrlandiyada da ən çox 90%. Bəli. R1A isə əsasən Slaviya və İndo-aryanlar götürürlər, İranlılar və belə bölürlər. Həm də o belə bölgü var. Satem dilləri var, bir də Kentum dilləri var. Bu bilmirəm. Aha. Yəni 100 sözünün tələffüzünə görə verilir. Biri Satem deyir, biri Kentum. Qəşəng. Ona görə yəni o vaxtı belə Centurion sözü də oradan gəlir. Yüzlük. Latın dilindəki. Aha. Bu bölgünü belə götürdülər. Yəni İndo-Avropa dilləri, yəni bu hardasa oxşayır ona ki, biri R1A-dır, biri R1B-dir. Amma Yamna mədəniyyətində hələ ki R1A tapılmayıb. Amma Yamnaya yaxın, Yamnayadan sonra törəyən mədəniyyətlərdə R1A tapılır. Məsələn, Sintaşada tapılır. Sintaşada amma onun əksinə olaraq R1B tapılmır. Ona görə belə bir mübahisə var ki, məsələn, R1B İndiran dillərində başlanğıc verməyib, R1A verib yalnız başlanğıc. Amma bunun əksinə olaraq skiflərin qazıntılarında yenə R1B tapılır. Yəni skiflər İran dilini qəbul etsək, məsələn, o dövr üçün, onlarda da R1B tapılır. Ona görə hələ ki bu müzakirə mövzusu qalır. Yəni tələsiblər, Avropa tarixçiləri Avropa sentrik yanaşaraq çox tələsib, onlar İran dili deyiblər. Bəli, ola bilər. Mən belə düşünürəm. Bəlkə də skiflərin üzərində 3 teoriya ən çox var. Birinci, indi hal-hazırda ən çox qəbul olunan təbii ki, Şərqi İran dilləri məsələsidir. Skif, Alan, Sarmat, bunlar hamısı Şərqi İran dilləri. Ona görə Asetinlərin əcdadını Alanlar kimi göstərirlər. Razısınız o fikrinə? Respublikanın adı Şimali Osetiya Alaniya gedir, amma mən Y törəməsi çox azdır. Qazıntı halında Şimali Qafqaz ərazisində indi biz bilirik ki, Çeçen DNA proyekti var. O çox irəlidə olan bir proyektdir. Onlar demək olar ki, hər bir tayfanı, hər bir qəbiləni artıq təsdiqləyiblər. Onlarda çox möhtəşəm çəkildi. Çeçenlər demək Qafqazda ən çox Şimali Qafqazda ən çox ölçənlər, hə? Ümumi Qafqazda ermənilərlə bir yerdə götürsək, bu çox araşdırma aparan özü də çox möhtəşəm tədqiqat. Biz də eləməliyik. Ona görə varsınız. Onlar nöqtə vergül məsələsidir. Yəni orada, yəni və dəstək oldu prosesə. Onlar tayfalara ayrılırlar. Məsələn, falan teyplər var. Ona görə bir dənə arxeoloji qazıntı nəsə çıxsa özü adına çıxacaqlar %100. Çünki onlarda daha çox genetik, yəni xəzinə. Bəli, var. Xəzinə var. Xəzinə var. Məsələn, Asetinlər DNA proyekti var. Onlar daha çox görünür ki, Kabardinlərə, Balkarlara yaxındır. Çerkezlərə yaxın. Sadəcə dilləri İran dili kimi. Yəni görünür ki, burada nəsə baş verib, İran dili qalıb orada. Amma burada görünür ki, əhali bir dəyişiklik olur. Böyük ehtimal elit nəzəriyyəsi yenə. Yəni elit kimi keçib İranlaşdırıblar. Sanki türklərin türk dilləri yayılması nə baş veribsə, İran dillərinin yayılması da o cür hadisələr baş verir. Bəli. Sanki oxşarlıqlar var, belə paralellər çoxdur. Bəli, mən də çox paralel görürəm. Dəhşət paralellər. Çox paralellər var. Yəni hətta mən fikirləşirəm ki, türk dilinin quruluşunda müəyyən xüsusiyyətlər var. Mən deyirəm ki, bəlkə də həmin o qarışma vaxtı olan qalıqlardır beləçinə. O gəlib bura çıxıb. Bir dənə bir gözəl bir detal var idi. Yazıb ki, bu Hind-Avropa dili ilə türk dilinin ataları biridir. Orada bir dənə misal verir ki, dağ sözünü. Deyir ki, baxın, elə bir ortaq bir söz var. Biri keçib İran dilinə div olub, böyük bir şey ifadə edir. Biri deus olub, deus tanrı demək, yenə böyük bir şey ifadə edir. Biri dağ olub, biri də tanrı olub, yəni Tengri, sonra tanrı olacaq. Möhtəşəm detal deyil sizcə? Yəni möhtəşəmdir. Hərəsi bir formada elə bu uzanıb. Bu indi dil təkamülüdür şübhəsiz. Yəni əslində belə bir nəzəriyyələr işlənməsi, mən düşünürəm ki, boşluq var ki, ona görə biz Y-də bunu tuta bilmirik.
Bəlkə doğrudan da türk dilləri yaranma mərhələsində ola bilər ki, indi Avropa dilləri ilə yanaşı mövcud olub və ayrılıb. Yaxşı, o da ola bilər, bəli. Bu məsələdə bu bir araşdırmaya ehtiyac duyur. Yəni bayaq dediyim kimi o qolu hələ yığa bilməyiblər, elə bilməyiblər onun ayağı, başı harda, qarışdırırlar yəni. Bəli. Ona görə dil məsələsi hələ ki müzakirə mövzusudur. Tam olaraq işlənməyib, mən belə düşünürəm. Lingvistik məsələlər çox ehtiyac duyur. Amma bir də problem odur ki, məsələn, yazılı nümunələri azdır. Ona görə bəlkə də ona görə bərpa eləmək çətindir. Yəni Avrasiyanın aparıcı olan iki dil ailəsi, biri Hind-Avropalılar, biri də Asiyatik dillər, yəni Şərq Avrasiya türk dili, Monqol dili və Manzur-Tunquz dilləri. Bir növ Avrasiyanın bu iki aparıcı dilin ilk bu dildə danışan şəxslər Sibirdən çıxıblar. Yəni elə bir Sibir elita yetişdirib göndərir, get onları idarə elə. İndi biz onlara hətta deyə bilmərik ki, o nə irqi olub. Çünki o Sibirdə həmin o ki bu 8 10 məsələn belə bir Behavlo qrupu yarananda səhv eləmirəmsə Saltov Mayak adlanan bir yer var. Eynən bildim arada. Stoyanka deyə ruslar deyirlər də, stansiya. Stansiya, 14 min il səhv eləmirəmsə, 14 min il öncə mövcud olmuş Erbil təbii ki, onun irqi etniki o Kromanyon deyə bilərik. Kromanyon nə deməkdir? Yəni erkən sapiensdir və onun irqi xüsusiyyətləri yoxdur. Ola bilər ki, nə onu deyə bilərik? Çox güman ki, onu deyə bilərik ki, o tünd dərili olub. Qalan xüsusiyyətlərini deyə bilərik. Qismən qıvrım saç da deyə bilərik. Afrikadan təzə çıxdı deyə. Yəni ekvatorial irqin nümayəndəsi olmalı daha çox. Öz dövrünə uyğun ekvatorial məsələ. Bir də tarixin çox gözəl xüsusiyyəti var ki, biz deyirik ki, məsəl üçün mənim əcdadım falan. Sual belə azlığında hansı müddətdə? Müddət çox vacib. Məsəl üçün 100 il qabaq. Deyirsən ki, 100 il qabaq mənim babalarım bu. Bəs 500 il qabaq? 500 il qabaqki sosium, məsələn, türklərin sosiumuna baxır. 500 il qabaqki Azərbaycan toplumu nədən ibarət olacaq? Tayfalardan. Qızılbaş tayfaları. Əsas identiklikdə qızılbaşlı şəhərlik. Bəli, identiklik olacaq orada, amma onlar özünü bir millət kimi qəbul edəcək ya yox. Türkmən deyirlər özləri. Deyə bilərlər. Yəni türk kimi olan deməkdir, türkman, yəni türk olan. Türkman bir də şeyə deyirlər, köçəri versiyaya türk deyirlər, türkman deyirlər, şəhərliyə türk deyirlər. O detaldır. Türklərdə məsələn Anadolu türklərdə səhv eləmirəmsə yörük və manav söhbəti var. Yörük yeriyən deməkdir, yəni köç eləyən. Hərəkət edən, manav isə oturaq. Yəni daha elitar kimi gəlir. Manav elə bir Osmanlının yarandığı ilk əyalətlərdə olub belə. Bursa ətrafı bölgələrdə. Ən çox orada manavlar məskunlaşıb. Elə oturaq həyata keçirlər. Bəziləri ona görə deyirlər ki, yox siz ümumiyyətlə Yunanlısınız, türk də deyirsiniz. Hətta normal da qardaş yəni bu qarşı. Oturmalı idi də bu dövlət qrupu burada. Səhərdə bütün dünyanı dolaşdıq. Azərbaycana indi gəlmək istəyirəm. Siz Talışlarla bağlı çox araşdırma eləmisiniz. Talışların ümumiyyətlə ən çox çıxan gen hansıdır və nə zaman təxminən bu regionlara köç eləyiblər? Hər bir xalq köç eləyir. Yəni yanlış mənada deyil. Yanlış anlamayın xahiş edirəm. Hamımız gəlmişik. Hamımızda qarışığıq əslində. Bizim belə deyim, mən özüm o bölgədən olduğu üçün hardasa başlayanda insan öz evindən başlayır. Əvvəl evin içi, sonra çölü. Ona görə araşdırma məsələsində bizim ən maraqlı obyektimiz Lənkəran qəzası, Talış xanlığı bu kimi tarixi qurumlar olub və onların əsasən əhalisini və əhalisinin də genetik xüsusiyyətlərini də belə deyək. Mən və dostum Rəzzaq Xansı var, Əcəbov yaxud Lənkəran rayonundandır. Xansı var, nə qəşəngdir. Bəli. Qəşəng qoyublar. Mənim özüm də ikinci ad kimi, nickname kimi götürmüşəm. Varsaman bizim Varsaman. Bəli, qədim kəndin adıdır. Bizim babalarımız oradan eniblər, müasir kənd yaradıblar. Dağda olub. Çox da uzaqda deyil. Sadəcə dağ yaşayış orada olmayıb, dağılıb deyə düşünürlər. Amma obanın adını qoyublar o cür. Varsaman obası. Mən də onu rəqəb kimi götürmüşəm. Çünki uşaq vaxtından eşidirdim. Mən maraqlı idi. Mən babalarım adı oldu, oradan gəliblər. Biz onunla bir yerdə məşğul olmuşuq məsələləri ki, arxiv məlumatlarını yığırıq və görürük ki, filankəs oğlu filankətdə, onun qardaşı filankəs, onun uşaqları filankəs. Bu nə deməkdir? Bu şəcərə deməkdir də. Və arxiv məlumatlarında bizim cəmaət şifahi deyir onu. Burada isə əyani var. Bu sizin layihənizin işidir. Bəli, bu bizim layihəmizin işidir. Bu Milli Azərbaycan Dövlət Tarix Arxivində olan sənədlərdir təbii ki, real sənədlərdir. Bunu özünüz də əldə edə bilərsiniz, axtara bilərsiniz öz bölgəmizdə. İstənilən kəndə aid olan məlumatları əldə etmək mümkündür. Biz bu məlumatları əldə edib xam mal kimi əlimizdə yığılandan sonra biz onları başladıq işləməyə. Birinci növbədə təbii ki, onu rus dilindən Azərbaycan dilinə daha uyğun, oxunula bilən hala saldıq. Çünki onları oxumaq belə də asan iş deyil. Kitab halına saldıq, bir ili birləşdirdik, bir cild kimi bir töv, 1849-cu il. Düşündük ki, bu kifayət qədər yaxşı bir dövrdür, Lənkəran qəzası və hətta orada biraz daha böyük əhatədə, o gəlib artıq
Kür ətrafı Saatlı, Sabirabad rayonlarını da əhatə edir. Ona görə orada da bir xeyli informasiya var o bölgələr haqqında. Və düşündük ki, madam biz burada şəcərələri yığırıq və bu sənədlərdə onların babalarını tapırıq. Yəni adam öz babasını sayır, 6-cı babası burdadır artıq. 5 yaşı var, 7-ci babası da atasıdır, onda 35 yaşı var. 8-ci babası da atası, onun da atası düzdür orada rəhmətə gedib. Amma filankəs oğlu yazılanda onun da atasını bilirik. Adama ləzzət edir. Yəni bu mükəmməl bir şey. Bir dənə evin içində artıq 3 dənə, bəzən 4 dənə də olur. 4 dənə artıq nümayəndə var nəsli. Baba adətən rəhmətə gedən olur, ölən olur. Onun oğlu ev sahibi, onun da oğlu və hətta nəvəsi. Bu 4 nümayəndə, nəvəsi də adətən onun adını tez deyirlər də, çünki daha yaxın əcdaddır. Bu nə deməkdir? Bu 4 xətt deməkdir. Bu Y xətti deməkdir də. Biz də DNT eləmişik, 2015-də test eləmişik, o vaxtdan maraqlanırıq. Bu iki aspekti birləşdirək də, yəni bu çox mükəmməl bir iş oldular. Onda belə bir layihə ağlıma gəldi. Dedim ki, gəl belə eləyək. Gəl bu nəsilləri ki, burada kitabda var, cəmaət öz babalarının adlarını bilir. Gəl həmin bu nəslin nümayəndəsini bir növ genetik formata keçirək. Yəni bunun qaplı qrupunu tapaq, sinifini tapaq və bunun əsasında artıq genetik şəcərə quraq. Axı biz bilirik ki, o 1849-da buradadır və qonşu kənddə başqa bir adam var. Amma bunun arasında əlaqəni tapa bilmirsən. Yəni çünki daha sənəd yoxdur. 1829 var, 1800 deyək ki, əvvəlləri var. Daha 1700 nəsə yoxdur. Yazılmayıb. O dövrdə yox. Səbəblər Qacar dövründə bir şey olmuyor. Xanlıq dövründə belə Zənd dövrü, qarışıqlıq dövrü oldu. Böyük məlumatlar tapa bilmirsən. Yəni hansısa bir fərman tapacaqsan, nə tapacaqsan, torpaq sənədi, amma belə bir artıq bütün dövr yazmırdılar heç ondan. Dövrü bir şey tapa bilməyəcəksən ki, hər 10 ildən bir sayı almaq. O çox möhtəşəm bir şey olardı. 10 ildən bir. Avropada elədir, Yaponiyada elədir. Avropalılar çox gözəl şəkildə araşdırırlar. Kilsə qeydləri. 1500-ü araşdırıb qalıb, adamın ağzı açıq qalıb ki, mən 1800-ün əvvəlini güclə görürəm. Bəli. Bunlar ona eləyirlər, yazırlar, şəkilləri falan hamısı bir səliqəli. Bizdə əfsus ki, o yoxdur. Amma biz də bacardığımız. İndi araşdırdığınız nəticəsində nə çıxdı? Talışlardan çox Aryanmı, yəni danışdıqları dilin kökənimi yoxsa yerlilərin geni? İndi onu izah edəcəm və bu birləşmə ki, biz test edirik və görürük ki, bizim görə bilmədiyimiz, sənədlər ata bilmədiyimiz birləşmələr var. Yəni bu birləşmə məsələn 1700-ün əvvəlində. Babasının adını bilmirik təbii ki, X adını qoyuruq, amma bu X real şəxsdir. Niyə bilirik? Çünki bunların Y-ləri, sinif fərqləri hesabından bizə verilib 200 il. Deməli bu doğrudan da 1700-ün əvvəlində bir ümumi əcdaddır. Bunu özlərimizdə yoxlamışıq. Məsələn, mən artıq 4-5 kənddə, 5 kənddə demək olar ki, öz əmi uşaqlarımı tapmışam o formada. Markerlərin hesabı görürəm ki, tamamilə eyni gəlir. Bu çox möhtəşəm bir şeydir və sonunda bir çərkəz mənə tapıldı. Millətullah bəli çərkəz. Və bu birləşmələr bizə bir növ həmin o şəcərə sxemini amma genetik formada qurmağa kömək edir. Biz bunun adını qoyduq yaşıl kitab. Niyə? Çünki kitab yaşıl rəngdə olacaq bir. Həm də ağac. Qırmızı kitabın əksi kimidir. Bəli. Evrim ağacı. O məşhur Türkiyə saytı yəni. Bəli, çox sevdiyim tədqiqatçılar. Təkamül kolu olmalıdır bizdə. Yəni təkamül kolu. Buna yaşıl kitab ağac məsələsində şəcərədir. Yəni dedim ki, biz silsilə kitabları buraxmalıyıq. Onların formatı hamısı. İnşallah. Ümid edirəm həqiqətən çox önəmlidir. İşimiz var, ona göy kitab deyirəm. İkinci kitabımız yəqin ki, növbəti illər olacaq və yaxud da ki, daha əvvəlki illər. Amma ən başlıca işimiz təbii ki, bu yaşıl kitabı. Çünki bu birbaşa bizim Azərbaycan DNA proyektinin, yəni Talış DNA proyektinin birbaşa əlaqəlidir. Yəni onun üzərində işlənməkdir. O biraz uzun gedəcək prosesdir. Çünki hər kəsi test etmək biraz vaxt alır. Həmin o lazımlı tayfaları tapmaq vaxt alır. Məsələn, bu kəndin bu nəsli buradan görürük. Amma indi soruşursam, bu kim yaşayan nümayəndəsi? Hadi filan bölgəyə köçüb. Onu tapmaq lazımdır. Onu bərpa eləməli. Bir növ o puzzle yığıb bərpa eləməli, rekonstruksiya aparmalısınız. Siz bu işlərin hamısını demək olar üzərinizə götürmüsünüz də, yəni bəli. Azərbaycanda ilk deyə bu. Siz ilksiz demək olar. Bizdən savayı var belə yerel araşdıranlar var. Məsələn, bir kəndin tədqiqatını aparanlar. Sırf belə lokal. Bəli, lokal aparanlar var. O da gözəl bir şeydir. O gördüm ki, həmin o fikir onda paralel formalaşıb. Yəni bu ideya ona paralel. Darwinlə eyni vaxtda bir nəfər hazırlayır, təkrar ona oxşayır. Bəli. Aha. Tarixin ən böyük şəxsiyyətlərdən biridir mən düşünürəm Darwin. Böyük baba. Yəni ola bilər indi qəbul eləməsinlər, amma ilk dəfə insanın, nəinki insan, ümumiyyətlə canlıların necə yarana biləcəyini, necə dəyişilə biləcəyini izah edib bu insan. Vaxta qədər fantastika, göydən düşmə, yerdən çıxma söhbətləri idi. Yəni vardı, Lamarck vardı, Linney vardı, digərləri. Onlar müəyyən sözlər deyildi, amma onu izah edə bilmirdilər.
Hətta Darwin öz dövrünü qabaqlayaraq irsiyyət anlayışını ortalığa çıxardı. Amma bilmirdi irsiyyət nə olan şeydir, nəyin içindədir, bu hardadır belə. Vaxtını az Hüceyrə qalıb, yoxdur, çox normal. üzrəm. Vaxtımız az qalıb. Darwin 2 saatlıq mövzudur. İndi bir dənə o sualıma cavab versəz çox məmnun olaram o talış məsələsinə. Bir də ümumiyyətlə Azərbaycanda çıxan ən çox gen, son olaraq da layihənizin son məqsədləri, son Bəli, bu planları. dediyim məqsəd, bu yaşıl kitab, bu dar O çərçivə bölgə olduğu üçün bu qısa məqsəddir. Qısa məqsəd. Yəni yaxın perspektiv. Amma uzaq perspektivdə məqsədimiz odur ki, bütün ölkə üzrə yəni bu 10 milyonluq əhalimiz var, bölgələrimiz var. Təkcə hətta düşünürəm təkcə 10 milyon yox. Həm də ondan qırağa çıxan əhalimiz də var. Yəni əslində uzağa getməməliyik. Biz Azərbaycan daxilində yaşayan etniklərin, eyni zamanda qıraqda yaşayan nümayəndələrini, Azərbaycan türklərinin, Türkiyədə yaşayan, İranda yaşayan talışların, Dağıstanda yaşayan ləzgilərin əslində araşdırılmalıyıq ki, bu puzzle tamamlayaq. Bəli. Çünki bu yarımçıq məlumatla biz doğru məlumat əldə edə bilmərik. Bəli. Ona görə 10 milyon məsələsi düzdür, Azərbaycan üçün kifayət edə bir məlumatlar. Yəni bizim uzaq məqsədimiz odur ki, kifayət qədər nəticə əldə edək hər bölgədən. Anladım. Və həmin bu yaşıl kitab layihəsini digər bölgələr üçün də həyata keçirə bilək. Qəşəng. Çünki bizim öz başlandığımız yer olduğu üçün biz bunu bu iş bir növ təcrübə olaraq orada eləmişik. Amma düşünürəm ki, məsələn, həmin bu xanlıq sistemi ilə, yəni 1829-da birləşdirməyə çalışırıq kameral təsvirini. Həmin məsələni Qarabağ xanlığı üzərində, Şəki xanlığı üzərində, İrəvan xanlığı üzərində, yəni bunları hamısını rekonstruksiya etmək artıq lazımdır. Bacardığınız qədər genetik araşdırmalarınızı eləyin, yəni genetik nəticələrinizə mütləq baxın. Ümumiyyətlə çox data verin. Yəni bununla bağlı çox dataları olsun kəllərində. Bəli. Sabah bir gün hansısa bir arxeoloji qazıntı olanda, nəsə bir şey olanda ermənilər öz həminki o genetik hovuzlarını ortaya qoyurlar və deyirlər ki, burada çıxandan bizə oxşuyur. Və beləcə bütün tarix kitablarını yazırlar erməni kültürü. Amma siz Azərbaycanlılar davamlı olaraq bu faktları versəniz, bu şansı versəniz bu araşdırmaçılara, gələcəkdə bizim də dilimiz uzun olar. Ona görə xahiş edirəm, bacardığınız qədər genetikanızı ölçüşdürün. Yəni mən də eləyəcəm, narahat olmayın, siz də ölçdürün. Yəni buna görə hətta bir kartdan yox. Biz zaten Türk kartından istifadə edirik ki, biz türkük. Talış kartı istifadə edirik. Talış kartı istifadə elə, Alban kartı, Bu da sənə Udinlərin lazımdır. kartını istifadə elə, Bəli, Ləzgi Udinlər kartını istifadə elə. Sən daha güclüsən, yəni sən daha bayaq nə söylədi? Hər növ regiona adaptasiya xüsusiyyətini əldə edə bilirsən, çox qarışmısan deyə. Bu qədər basit, o təmiz qanunlar ki, boş-boş şeylər də Hətta 19-cu mən əsrdə ortaya düşünürəm çıxır. ki, mən postlarda orada yazdım ki, bizim son müharibədə qalib gəlməyimizin səbəbi odur ki, bizim həmin o genişliyimiz var. Birlik. Ola bilər hansısa bir Bəli. dövrdə biz böyük bir zəiflik nümayiş etdirdik. Hə. Amma bizim bu belə deyim də, labilliyimiz, plastikliyimiz imkan verdi ki, biz bu nailiyyəti qazanaq. Düzdür. Yəni düşünürəm ki, biz kifayət qədər zəkalı millətik və çox daha böyük şeylərə Potensial yüksəkdir. layiqik. Həqiqətən Biz potensial öz yüksəkdir. dəyərimizi hələ bilmirik. Bəli, potensial yüksəkdir. Yəni Belə, yəni məncə hər şeydən danışdıq. İlkin giriş üçün haqlı maraqlı qrup idi. məsələsini demədim. Aha. Talışlarda təbii ki, bir yaxalılar kimi talışlarda haqlı qrup müxtəlifliyi var. Amma əsasən iki haqlı qrup dominantlıq təşkil edir. Birinci R1B, Təbii ki. Z21-03 sinifi var. Onun elə bir Avropa qolların qardaşı. Latviya, Litvaya yaxınsınız böyük ehtimalla. Və uzaqdan yaxın. Çünki onlara getdim gördüm və onlar PH deyir 5-ə, siz də pensat deyirsiniz. Oxşar. Məsələn, sözləriniz belə oxşar. Bəli, bəli. Oxşarlıq var. Amma araşdırılmalı. Araşdırılmalı, Niyə? təbii ki. Çünki R1B çox ola bilər. Bizdə bəzi bölgələr var ki, həddindən artıq çoxdur. Orada R1B, bəzi bölgələr var ki, azalır. Amma ümumi bölgə olaraq, məsələn, rayonlar üzrə qruplaşdırsaq, bəs belə deyim də stabil bir faizi var. Mən J2 çox Və düşünürəm. ikinci J2-dir. Hə. Yəni bir növ ilk araşdırmamı mən təəssüf ki, unutdum onun hansı rayondan olduğunu, amma bilirəm ki, bizim bölgədən deyil. Pərvin Əsədova adlı bir xanım tədqiqat aparıb 2012-ci ildə. Hələ o vaxtı DNT-nin çox belə yaranma mərhələsində. O hələ o vaxtı 47% R1B müəyyənləşdirmişdi. 20% J2 və başqa haqlı qruplar təbii. J2 Monqol. O J2. J2, hə. Dedim o Monqol nə hardan gəldi? Amma bu arada var. Təbii ki, J haqlı qrupu var, düzü Şu normaldır. çıxıb. Normal. Yəni olmalı idi. Olmalıdır yəni. Yəni bu proseslər başlayır. Muğanda bu Qazan xanın orada Bəli. qışlaq yeri oldu. Yəni onlar orada bir müddət, onların yayla və qışlaq paytaxtları olurdu. Bu işsiz keçə bilməzdi. Amma dediyim kimi R1B və C2. Azərbaycanda da ən çox ümumiyyətlə ümumi Azərbaycanda Azərbaycanda sanki biraz mənzərə tərsinədir. J2 daha çox görünür. Amma R1B də kifayətlidir. R1B də kifayətli var. Bir də məsələ burasında ki, bu R1B həm də bizim qonşularımızda kifayətli var. Özdə 30%-dən yüksək. Ən çox da Qarabağ ərazisində yaşayanlardan, Zəngəzur ərazisində yaşayanlardan
Onlar ümumi onların qrupunda çoxdur təbii, Türkiyədəki qruplarında da. Amma ümumi geniş yayılır və mən düşünürəm ki, niyə bu yöndə tək Azərbaycan türk kartı yığana talaş kartı istiyor? Çünki burada vardı sənin Erbil. Artır bunu. Artır bunu, Yəni istifadə elə. bunun üçün Big White testlər lazımdır. Və görürəm ki, hə, bizim orada testlər Big White olandan sonra görürəm ki, həmin o şəcərə xəttlərində saytlar var. YFU, Discovery, artıq bizim bayraqlar çıxır. Yazılmışsa Azərbaycan masallı tal, yəni talış millət dil olaraq, etnik dil kimlik olaraq, yəni dil kimi qeyd edirlər. Ya məsəl üçün yardımlı yazılıb orada məsələn Azərbaycan, ya məsəl üçün Lənkəran. Yəni bunları gördükcə və onlar müxtəlif xəttlərə düşür. Burada adal-badal erməni bayraqları idi axı. Amma deyir ki, bu erməni xətti. Amma burada görürük ki, alternativ çıxdı. Bəli, alternativlər çıxdı. Düşünməlidir. Əla, çox gözəl. Yəni informasiya dolu idi, zəngin idi bu videoda. Buna görə sizə çox-çox minnətdaram Ağaylı bəy. Çox xoş oldu mənim üçün. Təşəkkür edirəm. Ağzınıza sağlıq. Təşəkkür edirəm. İzlədiyiniz üçün də sizə də minnətdaram. Ümid edirəm ki, öz fikirlərinizi yazarsınız və gedib genetik test elətdirərsiniz özünüzü ki, əlimizə çoxlu şans verəsiniz. Təşəkkürlər.